Aleyküm. Salam əziz və hörmətli dostlar, xoş gördük. Salam aleyküm Oğuz bəy. Salam Xoş gördük. Sağ olun. Yaxşısınız. Biraz dağlılıq çəkilsəz ya kameranı qabağa itələsəz uzaqlıq. Biraz çox buradan görsənsə mən daha belə. Bunu düzəldim biraz. Okey. Ərz eləyim ki, icazənizlə mən bir tədad yoldaşları qonaq çağırım. Oldu. Təşrif gətirsinlər. Cələsəmizə. Siz buyurun bir salam əleyk eləyin. Mən də ona bunları çağırırım. Sonra çox sağ olun. Birinci olaraq biz də sizin otağınızda qonağıq. Mən çox sevinirəm ki, siz bu dəfə ev sahibliği edirsiniz. Bugün Düşünüş programının 4-cü bölümündə olacağıq. Düşünüş programında təbii düşüncəsel məsələləri və düşünüşsel məsələləri biz danışacağıq. Normalde düşünce alışverişi olur ve burada bizi eşidenler ve sonra da eşidenler tabii görüşlerini, eleştirilerini ve sorularını yazabilirler. Sayın İnsafəl və Hidayətə bizə də yazabilirler. Biz görüşlerimizi bilgilerimizin üzerine kurup danışırıq ve onlar her zaman eleştiriye açıqdılar. Biz o görüşlərə öyle inhisarımız yoktur ki, onlar bizimdir, başqa adam onu işlədə bilməz və doğrudur. Biz normalde görüşləri o şey ki, ona sizlər əqidələr və bağvərlər, inanclar deyirsiniz. Bunları görüş kimi qoyuruq ortaya və danışırıq və onun əslində istəyirik görək ki, nə qədər bu nə qədər davam gətirə bilər biz bunu eleştirəndə. Bütün məsələ budur. Bunun işləyişi nədir? Davam gətirərmi? Yəni sorunun və tənqidin və eleştirin önündə. Yəni biz bu məsələlərə analitik və kritikal baxırıq. Analitik yəni araşdırıcı və onu didişdirici və belə söküb yerə qoymaq, onu analitik odur. Bir də kritikal da ki, rəsmən duvardan duvara vurub düşüncəni görək ki, bu davam gətirə bilərmi? Dərdimizə dəyərmi? Yoxsa siz düşünün, bir dənə maşın, hətmən ki, bunları bilirsiniz, maşın düzəldirlər, məsələn, BMW ya Mercedes, görürsünüz ki, bir maşın bazara çıxmadan öncə onu nə bilim, bir 50 dəfə onu test edirlər, duvara vururlar, yandan vururlar, öndən vururlar, arkadan da başına hər oyun gətirirlər və o testləri yazırlar və o testlər də hazırdır sizin baxmağınıza. Ki, siz baxarsınız, filan testdə nə oldu, filan testdə nə oldu? Yəni, ona görə hələ çıxır, hələ o eşiyə çıxandan sonra da 3-4 dəfədə gələ filan şeyini çağırırlar, gəlin filan şeyini düzəldək. Düşüncə mənə görə belə bir şeydir. Nə müqəddəsliyi var, nə doğruluğu, yanlışlığı var. Düşüncə görək ki, də mənə görə bütün məsələsi işləyişdir. İşləyişin İngilizcəsini desək, daha yaxşı tanıyarsınız. Mekanizm. Görək ki, bu işlərin mekanizmi var ya yox, bunun işləyişi var ya yox. Yəni, bu açar bizim difilə düşər ya yox. Bütün məsələ budur. İnanın. Yoxsa açar, gözəl açarlar və böyük açarlar və küçük açarlar var. Hər nə var? Anahtar açar. Biz deyirik ki, bunun işləyişi nədir bu düşüncə? Bu düşüncə bizim dərdimizə çarə edər ya yox. Ona görə düşünüş proqramını qoymuşuq. Ona görə Güney Azərbaycanda, Azərbaycandan baxanda biz bölgəyə, Azərbaycanın milli hərəkətinin, bizim bu dərd-ü bəla ki, bizim iqubət ki, bizim başımıza gəlibdir. Görək ki, bizim düşünüş tərəfimiz həmən boşdur. Yəni, hər şeydə güclüyük. İlla retorikdə, Sayın İnsafəl bəy, mən mənbərə çıxdım. O elə o salam bahanəsi ilə bunları deyim. Retorikdə ən güclü biz retorikdəyik. Retorik yəni danışmaq, şuar vermə, aynən belə. Aynən 4000 il öncə biz filan yerdə at sürdük. Tamam, hamısı gözəl, at da sürürsünüz. Məsələ budur ki, indi nə etməliyik və indi dərd nədir və buna çarə nədir? Və burada ən kasıb yerimiz, ən fəqir, yoxsul tərəfimiz mənə görə Güney Azərbaycanda, Güney Azərbaycan Türk millətinin, Güney Azərbaycan millətinə düşünüşdür, onun fəlsəfəsidir, onun düşüncəsel olaraq məsələlərə yaxlaşımıdır. Bu müqəddəmə ilə salam deyirəm sizə. Çox sağ olun. Təşəkkür edirəm. Mən də salam ərz edirəm əziz və hörmətli dostlarımıza. Huzurları vardı ya gələcəkdə bu proqramı hər yerdə olursa görəcəklər.
Baş əyirəm belələrinə. Çox sağ olun. Doğrudur sözləriniz, fərmayişləriniz dəqiqən düzdür. Bu dördüncü proqramdır ki, biz düşünüş proqramını aparırıq. Buradan çoxlu məsələləri danışmışıq bu 4 dənədə, amma getdikcə düşüncəmiz şəkillənir. Yəni, bəlkə biz şəkilli danışmağa başlamamışdıq. Deyirdik, elə otururuq, danışarıq gündəlik, yəni cənabınızla belə bəhs eləmişdik ki, otururuq, danışarıq, biraz dərinləşərik bəzi məsələlərdə, amma getdikcə yavaş-yavaş özünə bir şəkil tapır, özünə bir format tapır. Məsələn, biz geçmiş bərnamələrdə dedik ki, dil insandır, insan dildir. Yəni, belə bir tərif verdik dildən əslində ki, dil önə. Buradan da başladıq. Yəni, sizin o dil məsələ haqqında yazdığınız İngiliscə məqalədən doğaraq belə bir məsələyə gəldik. İndi mən istirdim, mən də elə bir qısa yazı da yazmışam bu günləri. Biraz çalışdım dərsimi ki, bura gəlməmişdən öncə nələrdən danışacağıq. İnsanın məncə təkcə özəlliyi dilinin olmasıdır. Yəni, insan o birisi varlıqlarla fərqi dildədir. O birisi heyvanların da, o birisi canlıların da dilləri ola bilər. Amma bizimki səviyyədə deyil. Bizimki həm yazırıq, həm oxuruq, həm onunla alverə giririk. Yəni, o birisi insanlarla düşüncələrimizin alverinə giririk. Yəni, o sahədə demək istəyirəm. Və ha belə düşüncə ürətə bilirik. Yəni, geçmiş düşüncələrdən yeni düşüncə üretmək, sentezə gedirik, yəni. Antitezləri qoyuruq bir-birinin dibinə, bu iki dana dəlili qoyuruq bir-birinin qarşısına, ortadan bir üçüncü dəlil, üçüncü bir düşüncə çıxır ortaya. İndi mən belə gəlirdi ki, əcəba insanla, o elə bir insanla danışmaq olar ki, onun dili olmasın. Laldan söz getmir burada. Burada dildən söz gedir. Dildən də deyəndə, Oğuz bəy, dildən danışanda əcəba dil sözcükdən ibarətdir, ya sözcüklərin bütünlüyündən ibarətdir, yoxsa dil özü bir ayrı bir şeydir, sözcüklər bir ayrı bir şeydir. Bunları da bir danışmalıyıq. Amma bunlardan öncə, mən indi dedim biraz aşağılıq, çünki bunları danışsam çox uzun çəkəcək, elə bura gedək. Mən istirdim ki, dil ilə tarix məsələsinə girək bu gündən. Görək ki, bu dil ilə tarix arasında hangi ilgilər var? Mən bu haqda fikrim bir 30 dana soru yazdım. Ki, dil ilə tarixin nə ilgisi var? Hangisi hangisi? Ya məsələn deyirəm, tarixi kim yazır? Kimə yazır? Niyə yazır? Nəyi iradə edir o tarixi yazmaqla? Kimlərin tarixini yazır, kimlərə? Niyə? İradəsi nədir? Bu tür bir şeyləri danışaq. Görək ki, əcəba, bir də bu sual mənim çox özümün də xoşuma gəldi. Budur ki, tarixdən düşüncəmiz və anlayışımız sabit qalmalıdır tarixə. Odur ki, bizə deyiblər, ona vəfadar qalmalıyıq. Yoxsa bizim anlayışımız tarixdən öz şəraitimizə görə və öz istəklərimizə görə dəyişməlidir. Bu tür bir şeyləri istəyirəm ki, bu gündən danışaq. Əgər siz də müvafiq olsanız, bu düşünüşün proqramını aparaq bu tərəfə. Necə düşünürsünüz bunu? Əlbəttə, elə bu iki məbhəs ki, siz açdınız. Birinci məbhəs öncədən açıq idi, dil konusu. Ki, bizim elə bu düşünüş proqramının başlanğıç nədənlərindən olmuş, yəni ilk onu danışmışıq. Zaten o mənim dil konusunda məqaləm. Ondan sizin sorularınız oldu, o barədə danışdıq. Hələ buraya 3 oturumda. Yenə də onu danışa bilərik dil konusunda. Mən sizə xatırlatım, siz bilirsiniz ki, biz əski bu məntiq və fəlsəfə oxuyanda ərəbcə sözlər çox idi. Təbii o bölgənin fəlsəfəsi daha çox ərəbcə yazılmış. Və insanı tərif edəndə değişik təriflərin yanında insani natiq də var idi. Siz də mənə görə anımsarsınız. Yəni, nütq kələməsi orada işlənir. Nütq yəni danışmaq. Halbuki indi
Biz nütqü başqa şeylərə də işlədə bilirik. Filan yerdə nütqü verdi, natiq kimdir. Ancaq o zamanki ərəbcə yazılanda bu fəlsəfə nütq həmən o dil mənasına gəlir. Biz o insani ki dili işlədir. Mən indi onu kim demiş bu cümləni? Mənə görə Ərəstu demiş, ya Əflatunların ikisindən biri demiş. Mən o başqa bir cümlə istəyirdim deyəm. İndi yadıma gəlmir ki, kim demiş, amma o gözəl sözdür ki, deyir, yola düşəcəksən, sonra yol da sənə o yolu göstərəcək, yəni haraya gedəcəyini. Bunun özü eleştirilə bilər. Qara balıqda deyilmi belə bir cümlə? Səməd Behrancinin öyle bir sözü var, deyir ki, biz yola düşelim, ondan sonra getmək rahat olar. Böyle bir sözü var. Mən özüm də onu çox severim. Ancaq mən demək istəyirəm ki, elə dil də ona bənzəyir. Siz o dili düzəltdikcə biz mütləq bilirik ki, biz bunu mütləq bilirik ki, dil insanın ürünüdür. İnsanın beynində dil bölgələrini təşxis vermişik. Hansı bölgələrdə daha çox təmərküz tapmış. Bu barədə yenə də istəsəniz, nə qədər istəsəniz danışacaq ki, dil bölgələri hardadır. O anlama gəlməz ki, yalnız o bölgələrdədir, başqa bölgələrdə deyil. Zaten beynin bütün bölgələri dilin ürəməsində, tövlid olmasında var, şirkəti var. Ancaq ən böyük bölgələr, iki bölgədir. Biri daha çox onu dili almaq və anlamaq bölgəsidir. Biri də onu ürətmək ki, mən indi danışıram, siz mənanı, anlamı ürətirəm və sizə verirəm. Bir də siz danışanda mən onu alıram, o iki ayrı bölgədir. Onları danışır. Hər halda biz bunu bilirik, mütləq bunu bilirik ki, dil dediyimiz nesne insanın ürünüdür, insanın məhsuludur. İnsanın beyninin məhsuludur. Ancaq bu elə biz dilin değişik aşamalarını da öncədən danışmışıq, yenə də danışacağıq. Yəni bir var ki, biz deyirik, dur gəl buraya məsələn, gəl. Ya burası soyuqdur, məsələn, gedəm sizi tərəfə. Ya məsələ ne bileyim yemek, mesela bir insan su isteyende mesela susuz olur, su istəyir. Bunları isteməkdə, hətta səs çıxartmaqda ağzımızdan deməkdə heyvanlarla şərakətimiz var. Biraz önce de dediniz. O yani iletişim məqamında heyvanlarla şərikik. İletişim odur ki, siz elə dil lazım deyil. Siz mənim mesela qaşımın hərəkəti ilə, gözümün hərəkəti ilə bilə bilərsiniz ne deyirəm. Mesela bir yerde oturmuşuz, siz o tarafta oturupsunuz, ben istemiyorum kimse eşide. Ben caminin içinde size mesela böyle eləyəndə siz bilirsiniz ki, yani dur gedək da. Bir qaşınla gözünə. Bu iletişimdir. Bu heyvanlarda da bunda şərikik, heyvanlarla da şərikik. Bu seviyyəni biz danışmırıq. Biz dildən danışanda o insani natiq ki, orada biraz önce dedim işlənilir. O dil ki biz insanın dili ki insanı sonradan o hatta şəkilləndirir, biçimləndirir. O dil yüksək və üstün dildir. O dildir ki biz eləyə bilirik dilin özünü danışaq o barədə. Dilin barəsində danışaq. Bu o dildir ki biz dilin fəlsəfəsindən istəyirik danışaq. Biraz öncə dediniz tarixin fəlsəfəsindən danışaq. Tarixə fəlsəfi yaxlaşımımız olsun. Bu danışıqlar ki bunların içində də həmən kəlmələri işlədirik. Həmən o dikşnerdə olan, sözlükdə olan kəlmələri işlədirik. Bu iletişim anlamında yox. Aynı zamanda biz iletişim qururuq. Ancaq bu dil ki biz ürətirik və orada yüksək anlamları ürətməyə və yetirməyə çalışırıq. Biz dildən danışanda bunu qəsd edirik. Ona görə bu insan dili düzəldir, dil olur insanın məhsulu. Sonra da biz baxırıq görürük ki, geçən ən azından 100 min ildə dil də insanı düzəldir bin səfəri bəy. Dil də insana şəkilləndiribdir. Yəni dil insanın hətta beynini təzəşdən gəlir, şəkilləndirir. Siz bilirsiniz ki, sizin ən çoxu elə eşikdən aldığınız bilgilər, algılar sizi şəkilləndirən, sizin düşüncənizi, davranışınızı elə dildir. Dil hətta cihazıdır. Dilin yolu ilə bu siz şəkillənibsiniz. Sizin varlığınız, kimliyinizi belə o dil təşkil veribdir.
bu o dil barəsində biraz, ancaq istəsəniz tarix barəsində. Gene onda devam eləyək bunu, bu bəhsdən bulub keçməyək. İndi dil deyəndə biz bir məcmuədən danışırıq ya sözlərin dana-danasından danışırıq. Yəni burası bir mərhələdir. Yəni məsələn Quranda 1400 il bundan qabaq gələn Quranda deyir ki, insanı xəlq elədim və ona adları öyrətdim. Yəni orada ad üstünə təkid edir. Yəni ki, insan ad düzəltməklə dili yaradıbdır. O şeydə, yəni mənə belə gəlir ki, o teoridəki Quran ortaya qoyur. Beləsi bir şey. İndi sizcə dil ibarətdir sözcüklərdən və biz sözcüksüz, ikinci sual, biz sözcüksüz düşünə bilər miyiz? Tamam. Sorunuz bitti mi? Birinci ki, təbii ki, biz yəni öyle o Qurandakı baxış açısından baxmaq məsələyə. Ancaq Qurandan da misal gətirə bilərik. Quranda o işarə olunur ki, biz insana əlləməl adəməl əsma, insana əsmayı öyrətdik, isimləri. Orada indiki bizim işlətdiyimiz ism kələməsi, Farsçada ism və bir də Türkiyədə işlədirlər, biz ad işlədirik. Onlar ərəbcəsi işlədirlər. Bir şeyin adı ilzamən deyil. Yəni o kələmənin ətrafında bir halə vardır. O da anlamlardır. Biz insana anlamları öyrətdik demək istəyir o cümlə. Və bir şeyə ad qoyanda, siz uşaqlıqdan bir şeyə ad qoyursunuz, anlama ad qoyursunuz. Biraz öncə söz dediniz, söz. Siz o söz gətirirsiniz, bir şeyə ad vermədən onun barəsində danışmaq olmur ki. Ona görə orada ismi və əsma sözü gəlir. Siz bir nesniyə ad qoymasanız, elə onun adı nəsnədir, şeydir, zatdır, belə şeylərdir. Bilirsiniz nə deyirəm? Yəni o bir şeydir, şey veya zat deyirlər bizdə veya nə bilim nesne veya İngilizce'de thing bir şey. Ama siz ona ad koyandan sonra o anlamı aslında ona yükləyibsiniz. O kəlmə özü əsla önemli deyil. Görürsünüz ki, bir dildə bir kəlmə işlənilir, değişik seslə, değişik fonoloji ilə, değişik leksikoloji ilə. Başqa dildə, başqa coğrafiyada əsla önemli deyil o. Əsla önemli deyil ki, mesela biz Azərbaycanda bir şeye nə deyirik, hansı kəlmə. Başqa yerdə də ayrı kəlmə işlədirlər. Ama ona ad qoyulubdur, ona bir anlam yüklə. Anlam işi biz onu qəsd edirik, ikisi də aynıdır. Həm Malay dilində, həm Türk dilində, həm Azərbaycanda işlənilən Türk dilində. O anlam aynıdır. Aynı şeyi qəsd edirik biz. O geçen dəfə üzüm məsələsini dediniz ya, geçen də idi mənə görə. Orada da Celalettin Rumi oraya getirmək istəyir ki, məsələ inəblə, əngurla, üzüm falan deyil. O da aynı şeye cevap vermeye çalışır. Ama her kültürün içinde bunu danışmalıyız. Yani mesela Türk kültüründe biz onlar için bize öğretipler adlar, kelimeler, sözcükler ki öğretmişik. Tabii ki biz onunla birbirimizle danışırıq ve onunla al-ver edirik düşüncelerimizi. Bundan eşikten mesela bir tane Türkçe siz Ərəbcə ya İngilizcə ya Rusca ya Japonca danışsanız anlamayacaqdır. Mümkündür ki aynı şeyler olar ama aynı biz o kültürün içinde, o milletin içinde, o toplumun içinde yaygın olan ve demək olar hətta ən üstündə duran dildən danışırıq, sözcüklərdən danışırıq, danışa bilərik. Yoxsa məsələn İngiliscə bilməyənlər, mən məsələn Fransa bilmirəm, biri mənə gəlir Fransa danışır. Tamam, mən elə bir şey, yəni heç bilmirəm, fəqət eşidirəm. Mən oradan səs gəlir, bir şeylər alıram, amma bu nədir, nə deyir, orası yoxdur. Məncə çox önəm daşır ki, bu sözcük hangi dildə, hangi toplumda qoyulubdur, hangisində işlənir. O üzüm, inəb və ənqur savaşı da elə buradan çıxır. Toplumları bir-birini düşünməyəndə, ixtilafları olanda hər toplum özününkün yaradır əslində. İndi sual burası olur ki, biz düşüncəni
o kəlmələrindən düşünürük. Yəni əcəba düşün. O ikinci sualıydı. Onu cevap ona yetişmemişim. Birinci sualın yani siz bir şey dediniz. Birinci sualı yani o yorum o cevabına bir yorum dediniz. O da budur ki biz belli bir yerde belli bir grup insanlar qəbilələr ya millətlər belli yığışmışlar bir belli yani şeylere belli adlar vermişler. Ve öbürü coğrafyada da tabii başka adlar vermişler. Bunlar anlaşamazlar. Siz iki milletten iki nəfəri gətirin ki birbirinin dilini bilmirlər. Onlarla birbirinden hey danışsınlar. O da danışsın, bu da danışsın. Hiçbir şey olmayacaktır. Hemen hemen iletişim sağlanmayacaktır. Meğer ki el ayağıyla mesela gözüyle, qaşıyla ki su istəyirəm, ay boğuluram, su ver mesela. Onu eləyə bilərlər. O da hemen o heyvani səthdəki iletişimdir. Ama normal insani səthddə iletişim odur ki, onu anlata ki, dünən onun başına nə gəldi, ya mesela sabahlarma filan yerə getsin, belələrcinə, mən getdim filan yerdə belə oldu, yəni ona nəsiyyət vermək, ona yol göstərmək və ona aidiyə. Bu da insani vəziyyətdə iletişimdir ki, heyvanlarda yoxdur. Heyvanlar acıqanda bir-birinə iletişim sağlayırlar. O bəlli eləyir ki, bu acdır, mesela, indi uşağı olsun, annesi olsun, ya bir yani grupta yaşayan heyvanlar. Ama insanlar da aynı şeyi görürlər. Eləyə ki, mesela acımdan ölürəm onu deyə filan və ya dura yeməyə tərəf hərəkət edir. Ama bir de iletişim seviyesi var ki yalnız insana. O da mesela siz deyirsiniz ki ben yarın mesela istəyirəm gedəm New York'a, mən də deyirəm oraya gedəndə filan qatara minmə, o qatar o yolu təmir edirlər filan. Bu da bir iletişim idi. Bunu heyvan yapabilmez. Ama bunlar hamısı iletişim seviyesi dildir. Ki siz dediniz anlaşıyor, anlaşmır. Bizim o dediğimiz dil nesnesi bütünlükle üstün bir seviyededir. Onu elə her coğrafyada o dile yetişmişler. Önemli değil ki bir yerde inat desin ve bir yerde üzüm desin. O her halde onu ad koymuştur. O asma kelimesinin manasını getirmeye çalıştım. Yani onu ad koymuş ve ona anlam vermiş. İkisinin de beyninde aynı anlamdır. Ancak o kelimeler ve sesler ve onun hem leksikolojisi hem fonolojisi farklıdır. O diyor üzüm, o diyor ki inat. Önemli değil onlar. Onlar lokal bir meselelerdir. Çok lokaldır. Hatta ama bunlar siz dedikləriniz nəsnələrə gəlir. Yəni things. Yəni canlı ya cansızlara. Amma məsələn biz insanlar düşünüşdən ya düşüncədən danışanda bu mərhələdən çıxırıq gedirik üstə. Yəni bir mətfunlardan danışırıq ki, onların birdən eşikdə ərəbcə sizlərə indi deyəm. Şey yoxdur. Yəni muhabbetül vücudu yoxdur. Yəni o şey məsələn eşq. Eşq bizdən eşikdə yoxdur. Riyaziyat bizdən eşikdə yoxdur. Biz de buna dil siyasət. Biz buna dil deyirik biz. Bu səviyyədə olana dil deyir ki, hamı insanlar ona sahipdir. Önemli değil hansı hərf işlədirlər, hansı səsi, hansı kələməni, hansı yazıyı. Bütün insanlar bir dənə sizin dediğiniz soyut, Türkçesi olur soyut. Yani soyut anlamı yok. Bir somut var, ona dokunabilirsen. Bir de soyut var. Mesela diyoruz sevgi. Sevgi bir anlamdır. Mesela istilik bir şey istidir, bir şey soyuktur. İstilik anlamdır, çok soyuttur. Siz istiliğe dokunabilmezsiniz. İsti bir şeye dokunabilirsiniz. Ve dokunanda o olur somut bir şey. O isti ama bir şey özü. Yani bir şey var orada. İsti bir şey. İsti saz, isti kaplama, isti. O şeye ad koyanda o şeylikten çıkır ve olur anlam ve ona ad koyuruq ve o olur bizim dil felsefesi ki danışırıq. Yok, elə burada duranda bir isti var, bir de isti bir şey. İsti özü bir fərqli bir şeydir. İsti vəsilə də ya isti bir şey de o da fərqli bir şeydir. Doğru, buyurun. İşareleyip geçmişim. Ona İngilizce'de dil felsefesinde qualia deyilir. Qualia. Yani quality sözünün kökünden düzəlibdir. Mesela deyir ki, itibariyle almadan danışır. Qırmızı alma. Mesela alma qırmızıdır.
Almanın qırmızılığı, alma qırmızıdır, çox gözəl. Baxırıq, dokunuruq, almadır, qoxluyuruq filan. Amma onun qırmızılığı kuvalyadır. Bir şeydir ki, o hamının beynində var. Siz ona qırmızı değilsiniz. Öbürü ona ne bileyim red deyir, öbürü al deyir, öbürü ne bileyim değişik renk kelimeler. Ancak onun o qırmızılığına biz, qırmızılığının anlayışına sizin beyninizdə necə gəlişir o qırmızılıq yoxdur ki, yani göydə də deyil, yerdə də deyil, üstdə də deyil. O qırmızılıq, o kvaliyat, o bir dənə xasiyyətdir ki, o almada vardır. O xasiyyətdir ki, biz o yüklüyürük o almaya. Aslında biz yüklüyürük, ona göre vardır. Biz o qırmızılığa deyirik kvaliyat və o qırmızılığın anlamını danışmağa dil fəlsəfəsi ki, işlədir, ona deyir. Biz dil buna deyirik, yoxsa normal çəkil oynama gəlirəm. Yəni, əslində istəyirsiniz buyurasınız ki, dil təxəssüsə gedəndə hər sahədə olur olsun, olur təxəssüs. Yox, təxəssüs yox. Dil, fəlsəfi anlamda dildir. O insanın dili odur. Öbürləri heyvanla şərikdir və normal şeydə işlədir. Öncədən də demişik, bir dənə normal insan kətdə və ya şəhərdə bütün həftədə inanın 3000 belə mən çox şeyəm, cömərtəm. 3000 işlətməz 3000 dənə kəlmə. Yəni 500 dənə. Yox, işlətməz. Mən Kanadaya gələndə burada bir klasa gedirdim. Deyirdi, siz 1500 kəlmə başarsanız kitab yaza bilərsiniz. Ya, yani mən nə qədər biz şey olaq, əl açıq olaq. Məsələn, siz bir insan bir həftədə, bir həftə deyirəm, bir gündə yox. O kəlmələr işlədir, vələr də daxil, o da daxil, həm də daxil, get də daxil, gəl də daxil. Yəni 3000 dənə kəlmə, 3000 dənə anlamı ki, biz yükləmişik bu səslərin və kəlmələrsə işlədir. Ehtiyac deyil. Hələ qala 5000 ola. Amma o zaman ki, biz yüksək vokabulariyə, yüksək sözlərə onlarla uğraşırıq. Dil odur. Və dilin fəlsəfəsi olar. İndicə mən onu təkrar edeyim. Uzmanlıq mərhələsinə, sahəsinə getir onda. Yəni, çünki ümumi insanlar elə o 3-4 min dənə ilə danışırlar da. Ümumi, məsələn, bizlər falan. Amma onlar için... Beyni də elə o qədərdir. Beyni də o qədərdir. Yaşa. Sözcüklər qədər beynimiz var. Bütün bunun qanununu mən istəyirdim deyəm. O deyərlər ki, siz... gözəl insansınız. Siz o cümləni məndən erkən dediniz. Siz və sizin beyniniz elə o mən vokabulary deyim, kelimələr, lüğətlər. Sözcüklər. O sözlər, sözcüklər işlətdiyiniz qədər insansınız desəm biraz şey olur. Beyniniz inkişaf edib. Beyniniz o qədər inkişaf edib ki, sözcük var. Yəni, həqiqətən. Və səviyyə, mən yenə də bu leveldə, bu səviyyədən deyirəm. Yoxsa normal səviyyədə ki, filanca səviyyəli adamdır, filanca səviyyəsizdir. Yox, onlara danışmırıq. Aşağı leveldə danışmırıq. Biz yüksək səviyyədə, yüksək səviyyəsində deyirik ki, siz nə qədər çox söz işlədirsiniz gündə və bir şey anlatmağa, o qədər çox həm o dilə hakimsiniz, o qədər çox beyniniz inkişaf edir. İndi Oğuz bəy, burada bir dənə də söz gəlir. O da budur. İndi məsələn, mən, cənabız və mən Kanadada yaşırıq. Yəni, İngilis dilli bir yerdə yaşırıq əslində deyək. Deyək ki, İngilis dilli bir yerdə yaşırıq. Yəni, bu cürsə. İndi bu İngilis dili çox gündə neçə min dana buna izafə olur da. Hər dildən alır, Çayinizdən alır, Ərəbidən alır, İngilis, nə bilim, Fransədən, hər dildən borc alır və geniş, hər gün geniş, inkişaf edir. Hər 2 ildə, 3 ildə bir dəfə o, nədir, o Oxford yeni dikşineri çıxadanda, məsələn, bir görürsün 100 min dana taza bir söz əlavə edibdir ki, bu 2 ildə ya, bu 3 ildə ya, bu 1 ildə. 100 dənə. Yox, çox olur. Mən bunu bir yerdə oxuyurdum ki, məsələn, hər edition gələndə birdən görürsünüz ki, 100 min dana izafi lüğət gətiribdir ortaya ki, bunlar bu zamanda çıxıb, məsələn, 4 ildə, 5 ildə. Məsələn, internet gələndən bu yüzden o lüğətlərin çıxmasının, çoxalmasının sayı daha çoxalıb və hızlaşıbdır. Hala, indi buradan keçək. Əcəba, mən burada zəhmini getməliyəm, amma yox, bugün deyil. Ərz edeyim ki, əcəba, o millətin tüm sahələrində, uzmanlıqlarında olan sözlərin hamısı o millətin bütünlüyünün beynidir, beyni gəlişməsidir, yoxsa bireylərin, fərdilərin beyninin
olan sözcüklerin bütünlüğü bir toplumun gelişmesidir. Birincidir. Sizin dediğinizin birinci tarafı doğrudur. Toplumda toplumsal us gelişir. Us biz işletmirik çok. Yani şuur. Toplumda toplumsal us gelişir. Yani bir şahsi us veya şuur var ki olabilir, çok hızlı ola, güçlü ola, geniş ola birinin beyni. Bir de o toplumdaki yaşayır odur. Eğer bunun usu çok yukarı olsa, şuuru çok yukarı olsa veya çok güçlü olsa, geniş olsa, hızlı olsa, o toplumun içi de aşağı olsa, o toplum bunu qusacıq eşiyə veya əzəcək veya öldürəcək, yox edəcək. Özünə hər halda genelde orta bir meyar ve balans yaranacaq. O da hemen o sözler hiç olar işlə. Ne kadar söz yaranmış bu kelimeden. Bunlar ne kadar çelişkide öz təbiətleriyle, problemlerle uğraşmışlar ki o kelimeler yaranıbdı. Ne kadar bunlar şey olmuşlar, yani ben aynı sözü söyleyeceğim, uğraşmışlar meselelerine. Ne kadar bunların problemleri olmuş, çetinlikler olmuş ki onlarla uğraşmışlar ki kelimeler yaranmış. Yoksa problem olmazsa, xəstəlik olmasa, savaş olmasa, dert olmasa, təbiətinin çelişki olmasa, siz hiçbir şey gelişmezsiniz, ölersiniz de sonunda. Ölümdür. Ancak bu kadar çelişkiler olandan sonra kelimeler yaranır, sözcükler, anlamlar yaranır ve anlamlar ne fakat şahsi olarak cemde yaranır. Cemin de şuuru, şuur-i cem içilir. Cemin de şuuru o özünü balans eləyir. Yani ağzı getirir yukarıya biraz. Normalde böyle. Çoku da çok koymaz yukarıya gider. Arada bir balans yaranır. Eğer birisi çok olsa, çok hızlı olsa, çok güçlü olsa, çok geniş olsa, onu ya əzəcək, öldürəcək veya qusacaq eşiyə. Yani mecbur olacaq. Çok da aşağı olsa, çok aşağı olsa öyle olacaqdır. Onu əzəcək, yok eləyəcək. Ama ortalarda olsa onu getirip aşağını yukarılaştıracaqdır. Yukarında biraz aşağı, yani hızını azalacaq ki, hamı cemde bir şuur-i cemi olacaq ki, şey yaransın, devlet yaransın. Menzurum devletten o topluluğun idareciliği yaransın ki belli olsun ki kim ne iş görür, kim ne iş. Onun ahırı özünü devlette gösterir. O toplum, yani ben istedim o grup şey, böyle idare olunur. O kelimesine göre, yarattığı anlama göre, şuuru da ve toplumsal usta ile ona göre gelişir. Ben bunu istedim düşünüm ki, yani düşünürüm ki bir toplumun toplum dili var. Yani topluluk dili var. Yani mühendislerin, mesela mekanik mühendislerin özünün bir dili var. Yani uzmanlık dilidir. Tabii ki bunu mamuli insanlar bilmirlər nədir. Riyaziyatdan bilib insanlar bir şeyler. Fikirdə, hukukda, siyasette, toplum, ne bileyim her sahədə ki biz əl qoyaq, təyyarələrin, mühendislerin bir ədəbiyyatı var, bir sözcüklərlə tanışırlar. Bunların hamısı, yani hamısını toplayanda döktürlər, mühendisler, ne bileyim. Yığsan bir topluluğa olur cem'i şuurun dili. Ve o ne kadar geniş olsa, ne kadar güçlü olsa, o sosyetenin de necə dedik sizin beyniniz ne kadar güçlüdür veya böyütür, onu ne tayin eder? Sizin beyninizde gelişen anlamlar. Anlam ne demek? Hemen sonra kelimelere dönüyor. Sizin beyniniz o kadar. Sizin bildiğiniz kelimeler kaдаrsınız hakikaten. Sosyeteye de bu şeydir. Şamil. Bir de burada bu söz gelir ki, acaba lazımdır mesela hamı tamam sahələrdə inkişaf eləsin, tamam təxəssüslüklərdə, uzmanlıqlarda inkişaf eləsin, yoxsa mesela bir bənna, bir nəccar, bir dəmirçi, bir ilməhsalan, bir nəqqaş, bir tərrah, bir mühəndis, bir döktür, bir vəkil, hər kəsin öz sahəsində o nə qədər çox bilirsə, nə qədər dağarcığı, sözcüğü çox olursa, beyni o qədər çox olur və bunlar bir-birinin yanında. Yəni bir toplum ibarətdir ilməhsalandan, bəqqaldan, bunların hamısı, o birisilər də mexanikdir, nə bilim, cuşqardır, hər kəs var ki, işləyir orada, müəllimdir, ustad danışqahdır, mollasıdır, ummasıdır, evdə işləyən xanımdır. Bunların hamısı bir-birinin yanında qoyanda toplumun o dilin düzeldir. Düz dediniz, doğrudur, öyledir. Bir, genel bilgiler var. Genel bilgiler
sosyetenin, toplumun genel bilgisi ne kadar çok olsa o kadar o toplum güçlüdür. Genel bilgi yani biraz tıbbi biliminden bilmelisin, biraz fizik biliminden bilmelisin. O genel bilgilerde. O da eğitim ve öğretim ve eğitim sisteminde olur. Ve medya onu şeydi. Siz televizyona mesela açın, mesela normal bir ülke seçin, hiç fark etmez. Bir ülke seçin numune olarak. O ülkenin 24 saat televizyon, bir tane televizyonda gene de random sıradan seçin, bakın. Görün ki bu televizyon, bu medya yani bu ortak. Yani o bilgini bir taraftan isteyip bir tarafa versin. Adam Bey. Ona göre medium olmuş. Yani orta olmuş. Ortak yok. Orta olmuş. Ona göre medya. Aracı. Aracı olmuş. Bu medya ne kadar bilgi verir bu sosyeteye? Bu televizyon, bu radyo, bu internet sitesi, bu adam, bu lecturer, bu danışan, bu skanlar. O genel bilgi ne kadar yukarı olsa o camianın genel bilgisi çok olacak. Mesela bir camiada ne kadar çok böyle deyilir, kitap okunsa, yani bilgi, genel bilgiler. Olsun nağıl kitap olsun. Sen alışarsan nağıl kitap okumağa, tamam felsefe kitabında okuyarsan. Siyaset kitabında okuyarsan. Ne bileyim bir tane əlaqəni seçer, bir zərrə də fizik kitabı okuyarsan. Ama öyle sənin öz səthində də. O da budur ki, genel olarak sosyetenin bilgisi yukarıya gider. Genel yukarı gittikçe sosyetenin beyin çekimi, IQ'su da yukarıya gider. Ve bu böyle. Bu genel bilgilerdir. Siz yere biraz fizikten bilesiniz. Yoksa salak kimi görünersiniz danışanda. Siz biraz yere fiziki ve tıbbi biliminden bilesiniz. Siz yere biraz bilesiniz ki adam mesela virüsü nece kapar? Virüs nedir? Virüs bedene nece girer? Mikrop nedir? Bakteri nedir? Virüs nedir? Biraz, çok az yere sizin şahsınızı demirəm əlbəttə. Siz yere biraz bakteri ile virüsün farkını bilesiniz. Yani biraz, çok yok. Normal bir insan, o işi uzman değil, ondan danışır. Uzman olmayan bir insan. O genel bilgiler, genel bilgi çok önemlidir. Genel bilgi sosyetenin, toplumun levelini ve seviyesini yukarı aparır. Siz Japon'da genel bilgiye bakın. Ne bileyim Finlandiya'da genel bilgiye bakın. İsveç'te, ne bileyim Suis'te bakın. Bir de mesela Uganda'da bakın. Bir de mesela Burkina Faso'da bakın. Bir de Güney Azerbaycan'da bakın. Ben bu tarafı da dedim, o tarafta. Mesela Sierra Leone'la, Uganda'yla, mesela Burkina Faso'yla Güney Azerbaycan takriben aynı yerde. Hala da deyir ki Allah mesela adam uşağı verer, ya Allah bəla verer, Allah bəla onun çarəsini də verer. Yağmur belə gələr. Ya mesela Allah hayvanları yaradıb ki adamları bilsin veya yesin. Mesela. Bunu elə üzr istəyirəm. Ama mesela normal bir Japonlu bilir ki Allah hayvanları yaratmayıp sen onları minesin. Ama bilir ki aslında o meseleye bilimsel bakır. Darwin'in bir düşünce var, bir yaklaşım var, ilmi yaklaşım. Onda da Darwinizmidir. Ve tabiat ve dünya ve gelişimler hamısı Darwinizm düşüncesinin, ilminin her şeydi. Siz de, danışık da, bizim burada danışığımız da, dil de Darwinizme şamildir. Dil, danıştığımız dil de. Her şey gelişme ve evrim kurallarına, yani Darwinizm hemen olur indiki dilimizde, evrim kurallarına şamildir. Onu bir Finlandalı bilir ki filan gül, filan hayvan, filan insan her şey ona şamildir. Genel bilgisine gelip yetişip. Ama Türkiye kimi yerde sen getirip bu kitapları hatta qadağan eləsən. Kitapları koymasan girə Türkiye'ye. Mesela evrim üzerine, Darwinizm üzerine kitapları qadağan eləyəsən bazı yazarları. Veya Güney Azerbaycan'da aslında bu şeyler ki yok. Yani gidersen internette tabii. Hatta getirsen mesela ne bileyim bazı internet saytlarını böyle çok normal aşağı seviyede mesela Wikipedia kimi şey. Onları qadağan eləyəsən, kapatasan. Yani suyun tarafını, ışığın tarafını kapatasan sonra ne intizarı var bu bahçeden? Genel bilgi aşağı olacak daha. Çünkü sen bilginin yolunu, yolacağını, suyunu, ışığını, ne bileyim vitamini, bu cüla, bu bitkiye bağlayıpsan, sonra da sen ay mesela böyle öyle. Öyle değil. Bilginin yolu açık olmalıdır, ışığın yolu açık olmalıdır, güneş vurmalıdır, torpağın şey olmaz, sonra da gül de çıkar, meyve de çıkar.
Və mən Japonun üstündə bilim su ediblər misal gətirdim. Çünki bunları mən onlar həm şəxsi olaraq olmuşam bu məmləkətlərdə, həm oturub oxumuşam ki, genel bilgi yuxarıdır. Bu genel bilgi çox önəmlidir. Çünki genel bilginin içindəndir ki, bu qaybaq yuxarı çıxacaqdır. Elit çıxacaqdır. Elit də sizin buyurduğunuz kimi həmən o mütəxəssislərdilər, uzmanlardırlar ki, təbii ki, tibb oxuyacaq. Özdə tibbin də görürsünüz ki, 300-400 dənə dalı vardır, şaxəsi var. O da mesela yalnız dişi bilir, o da yalnız gözü bilir. Ondan sonra öbürü de ne bileyim, hatta dişin özünün, diş biliminin o da özü. Biri budur, dişdə də, gözdə də o cürdür, qulaqda da o cürdür, bədəndə. İndi gəldi mesela nizami elit. Nizami elit də onu çox biləcək də. Ne bileyim, bir istəyir mesela manufacture yani imalat. Mesela uçaq düzəlsin, maşın düzəlsin, tank düzəlsin. Mesela evdəkisin cihazlar. Onların da ekspertləri var, uzmanlar. Onlar da onları çox biləsinlər. Ama genel millət genel bilgisi yüksək olur. Şimdi bizim Azərbaycanda dilimizin rəsmi olmaması və öyrənməməyimiz bizim beynimizin gəlişməsində və toplumumuzun gəlişməməsində, dalı qalmasında bunu nə cür görmək olar? Yəni, tamam, biz biraz indi dili düşündük, səviyyəsini düşündük, uzmanlığı düşündük, dedik ki, fərdi deyil, cəmidir, toplumsal bir şeydir. Amma indi burada Türk dilində təyyarə mühəndisi yoxdur. Maşın mühəndisi yoxdur. Karxana maşınlarının mühəndisi yoxdur. Nə bilim, vəkil yoxdur. Molla yoxdur. Heç yoxdur. Mən məsələn deyirəm, bunun üçün özüm il məhsəlan olmuşam. 10-15, bəlkə də çox 10-15 il məhsəlanlıq edəmişəm. Mən fikrim, dünyada heç millət il məhsəlanlar qədər rəngi bilə bilməz. Rəngin o cürbəcürlüğün ayırt edə bilməz. Hətta o qədər, Oğuz bəy, o qədər bu rəhlər il məhsəlanlara çox bir-birinə yaxındılar ki, gözünə bəzən adət bunları olmaz, bunları şumarə ilə tanıtdırarlar. Yəni, burada xiyabanlara şumarə qoyurlar ha, bu şeydə. Orada bu gəlişdi. Axır budur ki, məsələn, sarını 50 yerə görə bilmədik. Sarı dedik, sarını, az sarı, tox sarı, filan sarı dedik, bunları dedik. Amma sonunda gördük, olmur. O rəhlər ki var, onları getirmirik, gəldik şumarə ilə dedik. Sarı 32, sarı 37 məsələ. Yəni, biz kompüterdə oyun ki... İstəyirəm onu deyəm ki, il məhsəlanlıqda bəzi işlərdə Güney Azərbaycan, o ki, dövlətə bağlı deyil, İran dövlətinə bağlı deyil. O sahələrdə çox inkişaf var. Amma o sahələrdə ki, İran dövləti bizim dilimizi qoymur. Mədrəsələrdə, danışqahlarda, radiolarda, televizyonlarda, uzmanlıq sahələrdə olsun. Onlarda indi biz buradan nə cür çıxa bilirik? Yəni, əvvəl biz bunu gərək bilək ki, yəni istəyirəm bunu bilək ki, əcəba bizim toplum özü geri qalmış toplumdur, yoxsa bir baskı altındadır ki, geri qalmış olsun. Yəni, əcəba özü özlükdən zəif bir beyni var bu toplumun, Türk, Azərbaycan, Güney Azərbaycan toplumunun beyni zəifdir, düşüncəsi zəifdir, insanlığı zəifdir, ağlı zəifdir, düşüncə səviyyəsi zəifdir, yoxsa bir dana xarici amil var ki, buna deyir, mən səni qoymaram, buradan üstə çıxasan. Və biz də gəlir istəyək, buradan üstə çıxaq, dünya səviyyəsində, dünya normal səviyyələrə yetişək, Suis, Kanada, Amerika, Avropa, müxtəlif məmləkətlərin səviyyəsinə yetişək, gərək bu divarı sındıraq, gərək buranı partladaq, gərək burada biz, yaxşı bura yerləşmirik. Mən burada bu torpağa məni bu güldana əhmisiz, mən bu güldandan çıxmalıyam, bu güldanı gərək partladan mən bağçada olmalıyam, mən çöldə olmalıyam, mən azadlıqda olmalıyam ki, istədiyim qədər açıla biləm, geçilə biləm, qolqanat aça biləm, budaqlarımı sərə biləm. Burada nə cür görürsünüz? Yəni, indi bunu necə görməliyik? Siz danışığımızı siyasi siyasət, təbii ki, siyasət şeyin bir parasıdır. Bunu da yazmışıq. Siyasət fəlsəfənin və düşünüşün bir parasıdır. Siyasətsiz yaşamaq ola bilərmi? Onu da sonra danışacağıq. Mən elə düşünürəm ki, Güney Azərbaycan məsələsi, təbii, mən iddia edə bilərəm ki, Güney Azərbaycan Milli Hərəkətində ən çox yazı və məqalə və Güney Azərbaycan siyasi məsələsində, düşüncə məsələsində yazanlardan birisiyəm.
Bunu en azından iddia edə bilərəm. Demək ki, çox girişə bilərəm o bəhslərə. Ancaq istəyirik ki, bu düşünüş proqramlarını daha çox, hətta siyasətdən danışsaq, siyasi fəlsəfədən danışaq. Ona görə çox belə Axı biz geçen seri danışanda dedik ki, fəlsəfə ibarətdir bir toplumun, bugünkü durumun, problemlərin görüb, onları araşdırıb, onları analiz edib yol göstərməkdən ibarətdir. Tamam, biz də indi Güney Azərbaycana baxırıq, dedik ki, Güney Azərbaycan, cənabınız buyurdunuz bunu, Güney Azərbaycanı, məsələn, Burkina Faso ilə müqayisə etsək, yenə də hələ bəlkə dalıdır orada. Gəridədir. Siz də mənim sözümü dediniz ki, mən demişəm, təkrar edirəm. Siyasət həm də odur. Siyasət o deyil. Üzr istəyirəm. Fəlsəfə həm də odur. Yəni yalnız o deyil. O deyil. Həm də fəlsəfədən danışmaq, yəni həm də budur ki, bilək ki, indi hardayıq? Buradan başladı da bu söhbət. Hardayıq? Biz nə yaşıyoruz? Biz burada nə yaşıyoruz? Bizim başımıza nə gəlmiş? Mənim yadıma düşdü bu söhbət. Güney Azərbaycanlı olduğumuza görə, Burkina Fasolu olmadığımıza görə, onda daha çox Güney Azərbaycanda deyirik ki, biz burada nə yaşıyoruz? Bizim başımıza nə gəlmiş? Vəziyyətimiz necədir? Yaxşıyıq ya yox? Yəni coğraf durumumuzu doğru görməliyik əvvəl. Əvvəl tərəfsiz olaraq baxmalıyıq ki, biz batlaqdıyıq, yoxsa eşikdə azad bir yerdəyik, bağçadayıq, yoxsa zindandayıq. Əvvəl bunu görməliyik. Bu siyasi bəhs olsa da, yəni fəlsəfənin bir parçasıdır. Bilirsiniz ki, Ərəstunun da, Əflatunun da siyasət onların fəlsəfəsinin əsən demək olar ki, ana bölümüdür. Fəlsəfə bir anadır ki, öyle düşünək və öyle anlayaq. Siyasət elmi, political science onun içindən çıxmış. Bəli. Fəlsəfə bütün siyasətlər, bütün elmlərin, bilimlərin və düşüncələrin anasıdır. Sizin sualınızda cavabda Güney Azərbaycan İran işğalı altındadır. İran deyiləndə burada İran farslıq var. Yani İran bir boyut bir şey değil. Yani bir tane camit ve basit bir şey değil İran. İran hemen Azerbaycanlıların ve Xorasanlıların ve hatta Orta Asyalı Türkler ve Moğolların şekillendirdiği bir nesnedir. Ve bu neyle şekillendirmiş? Bunu neyle mayalamış? Ərəblərini, Farslarını. Ancaq bunu kim əslində şəkilləndirmiş? Yenə də təkrar edirəm, Azərbaycan, Xorasan və Orta Asiyanın o Türkləri və Moğolları. Keçən 200 il, 300 il, 400 il, 500 il, belə gedin ta minə qədər, yetər mənə görə minə qədər, bu İran nesnesini şəkilləndirmiş. Azərbaycan daha çox səhim olduğuna görə ve İslam'dan, Arap İslam'ından daha çok uzakta olduğuna göre, mevaliler ki değiller, mevali olduklarına göre, şiubi olduklarına göre ve ecem olduklarına göre, gayri Arap olduklarına göre, onlar daha çok Şiiliğe söykendiklerine göre bu bela ki hatta İran'ın başına gelmiş, Azerbaycanlıların tarafından çok gelmiş. Niye? Çünkü geçen 200 yıl, 300 yılda ve gene de 500 yıla Azerbaycanlılar daha çok sehim olmuşlar İran'ın şekillendirmesinde ve formalaşmasında. Azerbaycanlılar, Sefevilerden başlayarak. Bundan önce de diyebilirim. Siz baksanız Bekərdən Fars'a özenmek yani şiifte olmak. Fars diline, Fars edebiyatına, Fars İslam'dan önceki kültüre ve varlığa beterden şiiftelik ve özenmek var. Azerbaycan'dan gelmiş hükümdarları var. Hatta mesela bakırıq görürük ki adamın öz adı Türk'tür. Sonra Arap adı koymuş özüne. Müslüman olandan sonra. Ama uşağının adını gitmiş Şahnamədən İslam'dan önce bir yerden tapmış mesela. Tahmaz koymuş mesela. Mesela hiç kəsin adı Tahmaz değil mesela o zaman. Hiçbir adamın adı Tahmaz değil ama getirip adını uşağından koymuş. Özünün adı mesela İsmail'dir. Arap adı. Arap da Hebru adı.
Şuşanın adını hamısı tapmaz. Yəni, əlbəttə bilirsən, elə bu xanidanın içində İsmail də var, Hüseyn də var. O ən son Sultan Hüseyn. Mən, yəni bunlardır şəkillər və bunlardan sonra təbii ki bir sürə Fitrət surəsi vardır və Fitrət surəsindən sonra da Əfşar ailəsinin hükümdarlığı o bölgədə və sonra Qacar Tarixə çox girdiniz, tarixə sonra danışacağıq. Yəni birinci sözümüzü və sonra Qacarlar ki, elə Səfəvilərin daha da çox, yəni kötü vəziyyətdə həm Fars özəntisi orada görürük, həm Şiə özəntisi. Ki, o da, mən Şiəliyi də dedim də niyə? Nədir? Və bu gətirib bizi, bu İran bir nəsnədir. İran böyle çox boyutlu bir şeydir. Və hər şey normal gedə bilərdi. Əgər Qacarlıq özünü reform edə bilsəydi. Əgər Batıdan, nə bilim, Fransadan, İngiltərədən, Rusiyadan gələn baskılar olmasaydı və ya az olsaydı, öyle devam edə, özünü reform edəcəkdi. Sonra cumhuriyyət olacaqdı və ya məşrutə səltənət olacaqdı. Ama o getməmişdi, o gedişat olmamış. Çünkü şiddetli xarici şey var, təsir var burada. Rusların və İngilizlərin başda olaraq. Və təbii Fransalıların və Almanların və hamısının və sonra da Amerikanın. Ona görə Güney Azərbaycan, biz dəfələrcə demiş, otomatikman Qacar İmparatorluğu çökəndən sonra otomatikman baxır, yuxudan durursan görürsən ki, İran deyilən şey ki sən düzəltmişdin, onun işgal altına geçmiş. Onun həm nizami, həm hər zaman da istəmiş qalxsın, əslində nizam olaraq işgal olmuş. Həm Rıza Şah zamanı, həm Rıza Şah zamanı, həm də bir dəfə yox, elə dəfələrcə. Müzmin işgalın altındadır. Və bunun beyni də işgal olmuş. Beyni də öncədən bətərdən Fars zədədir, ha yadınızda olsun. Bətərdən Fars zədə və Şiə zədədir. Yəni. Və böyle bir vəziyyətdə modern əsrə, həmən zaman ki, kitablar başladı çap olmağa, telegraf, telefon, telex, ondan sonra fax, televizyon, radyolar başladı. Elə həmən zaman bu bədbəxtlik fəlakət düşdü. Əgər bizə 200 il öncə bu olsaydı, inanın biz həyatda qalardıq. Güney Azərbaycan Türk milləti kimi. Yəni, biz çox rahat qurtula bilərdik bu şeydən. Necə ki, olmuşdu çoxlu bəlalar gəlmişdi bizə. Ərəb istilasını baxırsan, Ərəb istilasından sonra Azərbaycan ayağa dura bilir. Düzdür, müsəlmanlaşır, amma gene de ayağa dura bilir. Gene de birinci hükümetini Ərəblərdən sonra yaradır. Elə lokal hükümetler, sonra müstəqil hükümetler, sonra gedir elə Azərbaycandan gedən ordu axırda gedir, Bəğdadı da alır. Mərağadan gedən ordu. İstəyirəm deyəm ki, ayağa dura bilərdi. Amma Azərbaycanın böyle yıxılması, böyle İran işgalına getməsi düz müsadif olur elmin patlamasıyla. Teknolojinin patlamasıyla geçen yüzyılda. Ve bu felaket, ender felaket, müzaef bir vəziyyətdə. Yani o zaman ki, hamı başladısı özünü anlatmağa, öz tarixlerini yazmağa. Bir tane kitap oldu, 10.000 tane kitap ve Ferman-ı Humayuni kitaplar yazıldı ve Ferman-ı Humayuni onların nəxinə yazdılar. Ve ola, her şey onların oldu. O şey ki, İran'a, Qərbidə, Batıda Persiya deyirlərdi. Pers deyirlərdi. O devam etti. Rıza Pəhləviyə böyle değildi ki, o Pers'i götüreceksin. Çünkü Pers saxlasın buranı, Farsistan, bizim dilimizde orar Farsistan. Biz oraya Farsistan demezdik ki. Biz oraya İran diyerdik. Memaliki Mehruseye İran. Ve o okeydi. Ama yok. Çünkü Batılılar oraya Pers diyerdiler. Perja diyerdiler. İngilizce Perja. Ki eski Yunan sözüdür. Persis. O vahis oldu şey bunlar gətirərlər. Hətta dünyada da buranın adını İran bilsin. Ama bilirsiniz gene de İran'dan gelen şeylere Persian değil. Mesela Persian rock, Persian filan, Persian cat filan her şey Persian. Her şey Fars. Halbuki bizim dilimize tercüme edilen olur Fars'ın şey halısı. Biz de biliriz Fars'ın değil. Mesela Eris halısı, Təbriz halısı ne bileyim. Filan. Buna demək istəyirəm ki, biz böyle bir İranla uğraşırıq və Güney Azərbaycan böyle təhillə gedir. Həm işgal olub, həm yiyilir və yiyiləndən sonra, rəsmən yiyiləndən sonra həzm olunur. Yani o biraz önce dediniz Azərbaycanın eliti, Azərbaycanın o hatta düşünürü, Azərbaycanın mühendisi, o gedir Farsıncı olur da, o mecburdur. Azərbaycanlı Türk yerə Farslaşa bitər. Yani bu Farslaşmış prosesin içindəyik bizimdir. Yani hemen bitməyini, çünkü Batı tərəfimiz Kürtləşir, özümüz de Farslaşırıq, bitirir. Yani hemen siz Güney Azərbaycanlı Aydın'la danışın. Güney Azərbaycanda. Güney Azərbaycanlı bir
ne bileyim din alimiyle, din adamıyla, devlet adamıyla hemen hemen Farsça danışırlar. Yani yavaş yavaş bitir bu proses ve Azerbaycan'ın belki öyle cismi olarak, maddi olarak hayatta kalmasının, yani özünün yok ha, yani Azerbaycanlı olarak yok. Ama kalmasının şeyi budur ki Farslaşsın ve bitsin geçsin bu mesela. Zaten Farsların da o şey ki İran'ın eliti tanınır dünyada. Profesör filan kəs, doktor filan kəs, müxtəri filan kəs, astronot, elə hamısı əksərən Azərbaycandan çıxmışdılar. Təbii ki, hörmətsizlik deyil Bəluçistanı. Bəluçistandan çıxmış deyirlər yani təbii ki. Veya Kürdistandan çıxmış deyirlər. Kürdistan'a da deyim. Yani. Əksərən Azərbaycanlıdır və əksərən Türkdülər. Geçen yüzyılda İran deyilən bölgenin eliti. Yani işte, lütfen böyle değil. Yani Azerbaycan'ın başka şansı yoktu. Ona göre Azerbaycan'ın həzm olmağa məhkumdur orada. Düz istəyirəm. Sağ olun. Ama ben siz biraz tarixə getdiniz, çoxdur. Yata mən bunların bəzi yerlərində əslində müvafiq deyiləm sizinlə. Fərqli düşüncəm var. Bunu tarix bölümündə danışarıq. O bölümə gələndə həttəmən bunları danışarıq. Bunda mənim sözüm budur ki, o orta bilgi dedik və o uzmanlıq dilləri ki dedik, yəni onlar hamısı toplumun bütünlüğündə toplumun dili olur. Onu yaratmaq üçün məsələn misalda vurdum ilmək salanlar rəhlərdə çox ciddi yuxarı səviyyədə dünyanın heç yerində belə rəng olmaz ki Azərbaycanda var. Hətta teknoloji olaraq, yəni əl işi olaraq, hətta deyim teknoloji deməyim, əl işi olaraq mən məsələn geçən günlərdə bir fərş gördüm ki iki tərəfi də fərşdir. Yəni İki tərəfi də toxunmuşdur. İki tərəfi də toxunubdur. Çox nazik, parça qalinlikdə və iki tərəfinin hərəsinin ayrı nəqşəsi var. Yəni bu cür deyil ki, məsələn biz bilirik hər şeyin bir üzü var, bir uvandı. Məsələn bu fərşin uvandı, yəni üzü var, uvandı bir ayrı üzdür özü. Yəni bu qədər eləyə bilibdir o yerdə ki, İran dövlətinin baskısı altında deyil, yaradıcılığı var. İstəyirəm bunu deyəm. Və buna görə sözü də yaradıbdır, təxəssüsü sözləri var, filanı var, bəhmanı var. Amma bunun yanında məsələn o birisi sahələrdə, mühəndislik sahələrində, döktürlük sahələrində, hüquq sahəsində, şəhərçilik sahəsində, idarəçilik sahəsində, ordu sahəsində, ayrı sahələrdə də, hər sahə, bağ-bağat sahəsində, məsələn, bunlara da bu son zamanlarda çox baxıram, inkişaf eləmir. Yəni, dalıdır. Əcəba, sualım budur. Əcəba, Azərbaycanlıların beyni gətinə dolubdu, palçığıyla dolubdu, getmir qabağa. Bunu şəriəti də deyir, yazıda olsa döşəl şəriətində belə bir bəhsi var. Qaraların deyir, beyni, bəzilər deyirlər, bura gətinlə doludur, ağ bir şeylə, faydasız bir şeylə. Əcəba, Güney Azərbaycanlıların beyni nənədən olma, belə bir kapasitəsi var ki, dalıya qalsınlar, meymun kimi getsinlər dalıya üzdən. Yoxsa bu bir sistem bunları məhkum edir ki, şirin eləsinlər. Günü gündən bunların dili, düşüncələri, beyinləri yığışsın. Çünki bizim beynimizin geçəlməyi dedik ki, bizim lüğətlərimiz candır, sözcüklərimiz candır. İndi bizim əgər beynimizdə günü gündən lüğət azalır və şey olur, bizim beynimiz yığışır əslində. Acaba bunu istəyirəm soruşam ki, bu bizim mütəxəssislərimizdə, bizim insanımızda irad var. Yoksa bu sistemde bir irat var. Onu istedim soracağım. Yani sistemde yok. Bu ingibaz, beyin ingibazı. Onu çok güzel siz işaretlediniz. Beynin küçülmesi, kültürün küçülmesi, insanın küçülmesi. Biz onu önceden az insan olarak işletmişiz. Olabilir bazıları bunu böyle tefsir ederler ki biz insanların eşitliğine inanmırıq. Elbette ki inanmırıq. Çünkü insandan insanın tabii ki fərqi var. Siz ne kadar korkmasanız, ne kadar özgürseniz, o kadar insansınız. Ne kadar güçlüyseniz, o kadar insansınız. Bu şuar ki insanlar eşittiler falanlar, bu tabii ki çok boş sözdür. Yani ağla da düz gelmiş. İnsanlar kanun önünde eşit olmalıdır. İnsanlar
insanlar devlet önünde eşit olmalıdırlar. İnsanlara eşit seviyede fürsətlər sağlanmalıdır onun sosyetesi tarafından ve devlet tarafından ve okulda her yerde. Böyle eşittiler insanlar. Yani özləri eşit değiller ki. Çünkü normalde beyni küçük olanlar değiller ki insanlar eşittiler, insan eşit yaranmıştır, insan öyle değil. Şiddetle varyasyon var. Yani çeşitlilik var. Beynin özünün, formatının çeşitliliği var. Benzerlikler çoktu. Yani benim beynimle sizin beyninizin benzerliği şiddetle çoktu. %99.9. Belki de ondan da çok. Ancak o bir orada var. O farklılık orada var. O da elbette ki genetiktir. Elbette ki bu varyasyon ve bu çeşitlilik coğrafiseldir şiddetinin. Yani siz çok böyük bəhslərdir bunlar. Siz yer kürəsinin xəritəsini açın. Yəni kürədən açın bir səhifəyə baxın. Baxın görün ki, yazı harda icad olunmuş. İnsan ilk yazıyı harda yazmış. Dil daha çox harda gəlişmiş, ədəbiyyatlaşmış. Binalar. Mesela insan sel gəlirdi, insan aparırdı. Bu teknoloji insan harda düzəlsin ki, sel olmasın veya suya dayanıqlı olsun. Ondan sonra makine, o şey ki biz onun makine deyirik. O şey ki, yani iki şey birbirine bağlansın ki dəbərsin. Yani makine sözünün kökü oradandır zaten. Eski Latince'dir mənə görə. Harda düzəlmiş? Birinci təyər harda? Birinci araba, ərrabə ki deyilir. Araba harda düzəlmiş? Birinci heyvanları necə əhliləşdirmişlər? Birinci, yani davalar ve insan hastalanır, ölür. Allah ömrü verir, Allah da ömrü alır, öldü gitti. Yok, bunu ilaç düzeltmişler Allah'a karşı. Siz düşünün yani. Hiç yok, öyle değil. Ecel yoktu. Ben dava düzeltirim, bunu düzeltirim diyeyim ben bunu. Yani Allah'a karşı. Bunlar harda olmuş? Hangi bölgede olmuş? Elbette ki Burkina Faso bölgesinde olmamış. Elbette ki East Timur, Doğu Timur'da, Endonezya'da, Malezya'da, New Zealand tarafında olmamış. Olmamış. Elbette ki Sibir'de de olmamış. Yani bunların bu gelişmelerin içerisinde insanlar belli bir coğrafyada olmuş. Ve belli bir coğrafilerde temerküzleri var. Bu dediğim insanın gelişmesinin. Ve bu insan öbür insanın farkı var. İnsanlar farklıdır birbirine. İnsanın az çoku da vardır. Yani biz insanı her şeyi az çoka şeyleriz ama insan quantize olunmalıdır. Yani onu sen quantify edirsən ki, nə qəddir? Sən nə qədər insansan? Biz deyirik, sən nə qədər azadsan, özgürsən, nə qədər güclüsən, zaten kəlmə nə gözəl sözdür, özgür. Sənin özün gürdür. Gür yani güclü. Sən nə qədər güclüsən, o qədər özgürsən, o qədər gücün var, sağlıqlısan, gəncsən, o qədər insansan. Zayıf olsun, danışa bilməsin, öz dərdi deyə bilməsin. Ondan özgür de olmasın, bəmbək altında olsun, qərəmə və bəmbək altında olsun. Tabii az insansan. Bunun deməyində bir utanmaq yoxdur. İnsanlar da birbirindən rəqabətdədir. Mən istəyirəm hər zaman üstünlük kazanım sizə. Siz istəyirsiniz mənə kazanırsınız üstünlük. Bu normaldir. Böyle olmasa zaten biz yoxuz. Zaten siz o takriben 300 bin tane insanlardansınız ki başarılı olmuşsunuz. Şimdi benim önümde oturmuşsunuz. Yoksa siz daha güçlü, daha hırslı olmasaydınız şimdi oturmamıştınız burada. 300 binden öbürü oturmuştu. Ve insanlar böyle. Ve tabiat böyledir. Tabiat evrim sistemiyle çalışır. Bir grup insanlar da istəyirlər öbürü grup insanları azatsınlar ve onları kontrol etsin, onları sömürsünlər, onlardan istifadə etsinlər, onların ağıllılarını gətirsinlər, öz ağıllıları kimi eləmişlər. Geçen yüzyılda bunu qəşəngcə görür. Böyle olmuş. Yani ben nəticə aldım ki, Azərbaycanlıların beyni dalıdır. Buyurun. Yox, səs elə bir gəlmədi. İstəyirəm nəticə alım sizin sözlərinizdən bu nəticəni alım ki, Azərbaycanlıların beyni dalıdır mı? Əlbəttə. Yani Azərbaycanlıların beyni dalıdır sualı biraz da formalaşdıraq. Güney Azərbaycanlılar geri tutulmuşlar. Hem beyin olarak
Çünkü beyin haraya bağlıdır, ekonomiye bağlıdır. Sizin yediğinize, içtiğinize, rahatlığınıza, refaha. Bunu da tabii ki büyük ekonomi filosofu, büyük filosoflardan birisi demiş. Beyin ekonomiye bağlıdır. Ekonomi siyasete bağlıdır. Siyaset de senin öz devletine bağlıdır. Senin öz devletin yoktur. Eğitim sistemin yoktur. Hiçbir senin öz müqəddəratın öz əlində olmasa, sen tabii ki cəridə qalmışsan. Ona söğüş kimi cəri kapalı, beyni dalı qalmış nə qədər deyə bilərsən. Başından biz də qərəmə çala bilərik. Biz də bunun başından qərəmə çala bilərik. Amma bu bir fayda eləmir. Düzü budur ki, düz sualın cavabının düz forması budur ki, cəri tutulmuşlar. Zorla, sistematik olarak Səfəli bəy. Siz bir uşağı ne kadar başından vursanız, siz onu qorxutsanız, qorxuda böyütseniz, Allah qorxusundan, imam qorxusundan, devlet qorxusundan, şahın qorxusundan, ne bileyim pastarın qorxusundan, ne bileyim bunu belə eləmə, o dünyada belə yandırırlar səni, onu eləmə belə yandırırlar, belə hər şey qorxuyla böyüdəsən. Ondan sonra biləsinə deyəsən adam çox yemez, adam çox danışmaz, ayağını da yorgandan uzatmaz, qənaət elər. Ondan sonra bu dünya bir geçiş dünyasıdır. Öbür dünyada belə verəcək sana yeməklər, içməklər, almadan, sudan, nə bilim, sütdən, baldan, sözə də baxmasın belə. Yəni böyle bir vəhşətdə saxlasın bir insanı. O insan belə sonra az insan olar, beyni də küçük olar və cəri kafalı olar da. Elə bu millətə də şamildir. Mən sizin bu sözlərinizi danışa bir kitap yadıma düşdü. Mən bunu danışıqda birinci termidə konferans verdim. 2 cələsə çəkdim. Kitabın adı İnsani Qorusunu ya Jeopolitik Qorusunu. İndi elə axtarırdım, mən siz danışa bu kitabı tapım. Bu kitabı UNICEF yazıbdı. UNICEF'in kitabıdır. UNICEF'in kitabıdır. Təğziyə. Evet. Deyir ki, bu kitabda istəyirəm sizin o fərmayışınıza gələm. Ki bizim başımıza dostlar. İndi dostların bir çoxu bu bəhs başlarından sonra getdilər. Yəni nəzərlərinə gəlib tohin edirik biz olaraq. Cənabımız belə deyil. Vaqiyyətləri danışmalıyıq dostlar. Baxın dostlar. Jeopolitik Qorusunu 1354-də birinci dəfə İranda çap olubdu. Şah zamanı. Şah zamanı çap olubdu İranda. Tərcümə olubdu, çap olubdu. Ben 1984'te 5'te o kitap elimde olubdu. Elə de UNESCO veya UNICEF tarafından. Mən onu 1070'te mən danışlığa getmişəm. 1370 olar 91. 1991'də mən o kitabı oxumuşam. Yəni 1370'də onu oxudum və onun üstündə 2 cələsə konferans verdim. Bu kitabda çox önemli bir şeyler deyir. Özü UNICEF deyir. Hem de dedim şah zamanı çapıldı. 1354'də mən indi elə buradan baxıram. Monire Zəzəni də burada yazıb tərcümədir. Mən həttəmən bunun tərcüməsini oxumamışam. Mən farsçasını görmüşəm. Mən də farsçasını oxumuşum elə. Ərz edirəm ki, tərcüməsini oxumuşum, farsçasını. Burada deyir ki, insanların davranışı, duyğuları, yəni beyin formatı, boyları, arıq, kök olmaqları və boylarının uzun qısa olmağı, bunun hamısının ilgisi var yeməklə, ekonomi ilə. Deyir ki, misal gətirir, məmləkətlərin çoxu, Hindistanı misal gətirir, Afrika acları misal gətirir. Niyə deyir ki, Hindistanda uşaqlar çox olur? Adamların uşağı çox olur. Niyə Afrikadakı acdılar uşaqları çox olur? Ola bizim bunlar oxumuşuq bunları, bilgimiz var və danışıqlarımızda bu onların əsasında deyirik. Hətta bilir ki, niyə onlarda uşaq çox olur. Mən indi onu istəyirəm elə burada o dostlara deyim ki, onlar ki, tərcih elədilər indi burada. Onu deyim ki, nədir gəzir? Danışıqlarımızı danışırıq ki, qalsın və yəni bəlli bir adamlara görə danışmırıq. Yox. Ona görə biz burada fəlsəfə danışırıq və bu fəlsəfədə təbii ki, Rus, yəni gündəki elmi ki, yaygın elmi vardı, ondan da faydalanırıq. Yəni bu tür deyil ki, biz oturaq burada elə fəqət sadəcə öz beynimizə dayanırıq. Özgələr ki, yazıblar, oxuyublar, zəhmət çəkiblər, analiz ediblər, onların da nəticələrindən biz faydalanırıq, burada onlardan istifadə edirik. Bu kitabda deyir ki, Oğuz bəy,
Və dostlar, deyim ki, Japonluların 1-ci Dünya Savaşından öncə və 1-ci Dünya, 2-ci Dünya Savaşında boyları çox az idi, çox qısa idilər. 2-ci Dünya Savaşından sonra bunlar gəldilər, yəni təslim olandan sonra uşaqlara mədrəsədə yemək verdilər. Uşaqlar doyunca da evdəki məsələn o bir dənə serial verirdi İranda, Oşkin Salhay Durəzxani idi, nə idi adı, belə bir şeydi. Orada görsədir ki, bunlar yemək belə tapanmırlar doyunca yiyələr. Hətta bir dənə şey var, Japonlu filmsaz var, çox böyük filmlər düzəldir. Onun bir dənə filmi vardı, necə diri qalır Japonluların bəzisi. Orada görsədir ki, arvad məsələn istəyir evdə yemək pişirsin, yoxdur, pul yoxdur, ala bilmir, düyə ala bilmir falan. Gedir qablamanı suyla sulur, gedir doldurur qazanı o şeydə, bəqqalda. Verir, çəkir, adam deyir ki, bir verilər. Deyir, yox, mənim pulum yoxdur, çox bahadır. Boşaldır ora, küsür qeydir, o qablamaya yapışıbdır düyü sulu qablamanın dövrəsinə, onunla geçinirlər. 1-ci Dünya Savaşında. 2-ci Dünya Savaşında. Ondan sonraki uşaqlara mədrəsədə yemək verirlər, dövlət yemək verir. 20 ildən sonra yeni nəslin uşaqlarının boyu o birisi nəsillərə görə ki, 2-3 nəslin boyun tutublar, ölçüblər, onlara görə 25 santiyə gəlir. İndiki nəslin ehtimal verirəm, indiki Japonluların ki, məsələn, 4 nəsil olar 1-ci Dünya Savaşından geçir, indi doğulan nəsil. Onların boyu, məsələn, şayət 30-40 sant qabaqki nəsildən böyükdür. Eyni qədər beyin də inkişaf edir, yəni o təğziyə bağlıdır. Sizin nə qədər əlinizdə imkanınız olsa, mali imkanınız olsa, o qədər yesəz, əvvəl o qədər ruhiyyət düzəldir. Məsələn, deyir ki, niyə kasıbların uşağı çox olur, dövlətlərin uşağı az olur? Deyir, çünki bədəndə bir şey var, sistem var, o kitabda deyir. Deyir, bu bədən o zaman ki, gördü acından ölür, buna görə ki, özün bazı tolid deyirlər farsça, özün ürəksin, qoymasın, ölsün, bu toxumun çoxaldır. Adamlar çox rahatca hamilə olurlar ya çox rahatca şey olurlar. Amma o zaman ki insanın bədəni dolur, onda bu bədən deyir ki, mən ki ölmürəm. Nəyə məsələn özümü tolid edeyim hələ bu tezlikdə? Onun üçün də deyir dövlətlilərin, məsələn Suedlilərin, Suislərin, nə bilim Danmarklıların, Finlandiyalıların, Hollandilərin uşaqları az olur. Bir dana, iki dana ya da əslində olmur, istəmirlər, özləri də istəmirlər. Biz kasıbıq. Məsələn, onlar hələ deyirlər biz kasıbıq, amma Hindistanda, Afrikada insanlar acdılar. O vəziyyətdə öz-özünə uşaq çoxalır. Elə bizim bir rəhmətli baba var idi, deyirdi ki, falan yerdən evlənsəz, gecə keçsəz yanına səhər 2 uşağı olar. Bu cüzü. İndi bu vaqiyyət beləsi bir dostlar, vaqiyyət vardı. Bizim ekonomimiz nə qədər zəif olsa Azərbaycanda, nə qədər gəlirimiz az olsa, nə qədər yemağımızı günü-gündən azaldırıq. Bir zaman deyək ki, ət yiyirdik, həftədə 1-2 dəfə, sonra toyuq da yiyirdik, sonra ayrı bir şey də yiyirdik. İndi gəlib yetişibdi pənir çörək də yiyəmirik. Çünki kilo çıxıbdı, mən eşitdiyim qədər 300 min mən Oğuz bəy. Yəni Kanadadan bahadır peynirin kilosu. Mən nənəmlə danışdım, bizim Kanadada oradan ucuzdur. Yəni feta cheese burada deyirlər də, o bizim şeylər, o burada Təbrizdən ucuzdur. Burada biz saatı 15-16 dolara işləyirik. Onlar orada günü məsələn 2-3 dolara işləyirlər, işləmirlər, bilmirəm neçə dolara işləyirlər, amma 10 dolara işləsinlər deyək günü. Amma gələndə bizdən çox alırlar. Onların təbii ki beyni çıxılı olacaqdır. Və bunun yolu dostlar, fəlsəfənin məsələsi budur. Fəlsəfənin məsələsi budur ki, niyə Azərbaycanlılar dar qalıblar? Bunun ictimai səbəbləri nədir? Toplumsal səbəbləri, ekonomi səbəbləri nədir? Siyasi səbəbləri nədir? Dini səbəbləri nədir? Düşüncə səbəbləri nədir? Təlim, tərbiyə səbəbləri nədir? Teknoloji səbəbləri. Bunların çoxlu, hamısını salsın, çıxsın, desin ki, bu bizim vəziyyətimizdir, durumumuzdur. Buradan çıxmağın da yolu budur. O yolu yoxsa burada gələk gizli dedək, deyək ki, yox, Azərbaycan vaqiyyət budur, yəni vəziyyətə baxırıq, deyək, bu Oğuz bəy çox gözəl dedi, nə qədər azadsan, nə qədər gücün var, o qədər insansan. İndi biz deyirik, beynimiz nə qədər azaddır, nə qədər gücümüz var əlimizdə, yemağımıza, içmağımıza. Adamlar, Oğuz bəy bir də burada üçün dediyim, cəlibdir, insanlar gediblər Tehranda kirayə eləməyə yer tapırlar, yəni zorları çatmır kirayə eləsinlər. Garaj kirayə edirlər, parking, ev garajı kirayə edirlər ya da damın üstün kirayə edirlər, çadır qoyurlar, damın üstündə yatırlar. Amma gedib öz kəndində, özünün yerində əkim, yiyim, içim burada doyuncan
uşaqlarımın beyni gəlişsin, gələn nəslə onu eləmir. Yəni vətəndən nə bilim nə amacına qaçıb gedibdi. Məsələn, orada o aclığı çəkir, o çətinliyi çəkir, yəni mən adam görmüşəm ki, 3 şift işləyir Oğuz bəy. Mən orada olanda 3 şift adam işləyirdi. Ki qarnı da olsun. Yetirənmirdi onda. Bunu bizə bir yer təhmil edir. Bunu bir yer bizə zor edir. Biz bunu görməliyik. Bu siyasetin de mevzusudur, hukukun da mevzusudur, bu toplumsal psikolojinin de mevzusudur, felsefenin de mevzusudur, milletinin de mevzusudur, devletinin de mevzusudur. Yani bunu biz elbette ki danışmalıyıq, deməliyik. Oğuz Bey, içini getir 16 dakika bu bizim saatına. Ben sizin sözünüze bir yorum artıyım. Buyurun. Normal insan siyasi bir insan değil. İşlerinde siyaset işledebilir, işinde, evinde, ama o onun siyasi olduğunu delalet etmez. Çünkü insan her şeyde siyaset işledir. Öz uşağıyla davranışında. Aslında tarifinde var da insan, bir tane de tarif insandan insan heyvanı siyasidir, siyasi bir canlıdır. O demiyor. Ancak normal insan siyasi değil. Bu iki deneni ayırt etmek lazımdır. Siyaset ne anlamda? Onu evvel duyuyorum. Siyaset ne anlamda? Yani o şehrin, o mahallenin, o ülkenin yaşadığı yerin idare sistemine karışmak istemiyor. Yani karışmaz. Öyle. O siyasi siyaset bu anlamda. Yoksa insan siyasi bir canlıdır. Siyaset işledir. Öz yoldaşıyla danışıkta siyaset işledir. Tabii o insan siyasi bir hayvandır. Onu danışmıyor. O onun felsefi şeydir. Ama normalde insan, normal bir insan, ya Güney Azerbaycan'da, Təbrizdə olsun, Xiyabanda gördüğünüz normal, sıradan insanlar. Bunu elə Manila'da da görseniz böyledir, inanın Tokyo'da da görseniz böyledir. Kanada'da da. Normal insan, siyasi insan değil. İhtiyacı yoktur. Normal insan, lokal insandır. Lokal yani o bölge. Yani baksanız, siz bir tane insan nəzərdə tutun, özünüzü nəzərdə tutabilirsiniz ya birisini. Gene de dedik de, biri Təbrizdə olsun, biri Manila'da, biri Tokyo'da. Birinde siz seçin Kanada'da. Siz buna telefonundan belli olar bu haraya gelir də. Əsr zaman gərək əlinə bir şey verəydik ki. Və bunu satellite'dan ya bir yerden biz baxaq görək ki, mesela bir həftədə haralara gedib gəlir. Görək bətərdən lokaldır bu insan. Yani da bir normal insan ərzində. Bir gün Jakarta'da, öbür gün Moskvada, 5 günler ne bileyim Peru'da, 6 gün ne bileyim Brezil'de değil. Normalde oradan gelir bakkala, oradan gelir çakkala, oradan gelir buraya. İnsan lokaldır. İnsanın beyni de lokaldır. Ona göre siyasi insan değil. İnsan istəyir həyatda qalsın. Həyatda qalmağı üçün, lokal insan olduğu üçün, qeyri-siyasi olduğu üçün, çox özünü, beynini yormadığı için insan felsefi bir mevcut değil. Felsefe yapır. Özü felsefi bir mevcut değil ki, her şeyin istəyir. Normal bir insan xiyabandan yaxalayır. Average, ne diyorlar, orta bir insan. Gedir işine gelir, o çok istemir bile ki bir şey nece işleyir, ne cür olur, çok. Yani biraz ona felsefeden, bir şeyin felsefesini anlatsın, milçək tutar görürsən, milçək olur görürsən. Birazdan sonra da yuxusu gələr, əgər hörməti olsa sizə. Hörməti olmasa durar, gedər və ya bugünkü şeydən danışar ki, mesela, getdik filan yerə, mesela benzinin qiyməti yuxarı deyə, getdik mesela filan restorandan yemək, yaxşı deyildi yeməyi. Ya birinin dedikodusunu yapar. Filan kəs pis adamdır, filan kəs yaxşı adamdır. Normal insan böylədir. Həmən normal insanı sən öz yuvasından etsən, o Tehran zəlidir, o cəhənnəmə də gedər rahat yaşamaq üçün. Əgər ona desələr ki, filan yerdə daha rahat yaşamaq var, daha adam olacaqsın, sən farsça danışacaqsın. Daha çox İranlı olacaqsın. Çünki gücün mərkəzi o tərəfdədir və sən gücə yaxınlaşacaqsın. Elmi, bovu bıraxacaqsın. Normal insan, mən son sözüm. Bunları yani yazmışım ben bunları. Normal insan milliyetçi değil. Niye? Biraz önce dedim lokaldı. Oradan biz bilədik ki milliyetçi değil. Çünkü milliyetçilik, nasyonalizm
Modern nasyonalizm, Avropada tərif olunmuş nasyonalizm, milliyyətçilik, əski ərəbcədə əsəbiyyət deyirlərdi ona. Çox adam onları bilməz. İndi biz ona milliyyətçilik deyirik. Amma budunçuluq yox, insan öyle bir şey değil. İnsan milliyetçi değil. Çünkü insan lokal bir insandır. Bir kendi de düşünün. Bir tane kətdə insan yaşayır. Malını, öküzünü, inəyini, quzusunu, itini tanıyır. Komşularını tanıyır. Kövşənini tanıyır. Havasını, oranın iklimini bilir. Ve onun çeşmesi, suyu, bulağı en şirindir. Oradaki o kənd çox gözəldir. O kəndin eline bir saz versen, o kəndin dağlarını, suyunu, bulağını, qızlarını gözəller. Ve öbürü kət çox da yaxşı değil yani ona göre. Çünkü öz kəndini, suyu daha gözəldir. Öbürü kət yaxşı değil. Ve uzaq kətlər daha biqanələşərlər. Hatta düşman da olabilirler bunun beyninde yani. Ve bir adam öbürü kətlərdən, öbürü şəhərlərdən, öbürü yerlərdən gəlsə buna ve bunun dilini danışa bilməsə veya bunu değişik görünsə, değişik geyinsə, əvvəl əlinə sopa alıp çıxacaq bunun önünə. Əvvəl itinə çıxacaq bunun önünə. Çünki bu kim bu? Bunun bir zərəri olacaq da bu kəndə. Yani mənfəəti yok. İnsan böyle gelişmiş geçen neçə 100 min il içinde. Önce o xarici bir mevcut normalda düşmandır. Öbürü kət normalda yaxşı değil. Ve bizim bu milliyetçilik var ya, bizim bu milliyetçilik dünyada, milliyetçilik mesela diyorsun dünyada bakın memleketler böyle parça parça bölünmüş. Ben İstonya'yam, ben Latviya'yam, aynen filanam. Ay bu da silah alır, o da alır. 52 tane Müslüman memleketi var. Hamısı da mesela müsəlləhdilər, hamısı da birbirine karşı müsəlləhdilər. Bu bunu alır, o da o fuzanı alır. O qalan da mesela 50-60 tane de mesela Hristiyan memleketi var. Onlar da birbirine karşı. Ne bileyim hatta aynı dil danışanlar da böyle birbirine karşı. Aynı dinden, aynı milletten olanlar böyle. Mesela Kuzey Kore, Güney Kore. Herhalde bunlar numunelerdiler. Çünkü insan bu lokallığı büyük yere de taşıyabilir. Büyük seviyeye. O da budur ki, bura benim torpağım, bura benim kövşənimdir. Sen buraya giremezsen. Bu krokodiller kimin? Yani böyle yani yaşamak. Yani betərdən territorial olmak. Territorialçılık bile o insanda vardır. Ama milliyetçilik yoktur. Ama tabii öz kendinin adamlarını savunar. Ama o milliyetçilik değil. Çok xam bir şeydir. Özünü savunar, ailesini savunar. Bir de o kətdə de bazılarında savaş eder. Ama öbürü kendin karşısına çıkanda zopa ile çıkar. Ağacının dəyənəylə böyle şeyler. Böyle insanı biz getiririk, geliştiririk, istəyirik, şəhərləşdirək. Bunu bir millete, belli bir dil, belli bir etnik buna tarif edirik. Sen bu etnike şamilsən. Sen busan. Çünkü o özünü görmür. Özü çok lokal. Siz biraz uzaktan bakırsınız meseleye. Siz biraz uzaktan bakanda onun etnisitesini görürsünüz. Onun milletini görürsünüz. O göre bilmir. O içeridedir. O aşağıdadır. Onun işi gedib yemək alıb, yeməkdir, yatmaqdır və geçinməkdir. Ama siz onu bir millet olarak onu təhlil edə bilirsiniz. Ve onu milliyyətçiləşdirmək, nasyonalistləşdirmək və ya mesela herhalde öz müqəddəratını təyin etdirmək ona, öz mənfəətlərini və zərərlərini ona milli olarak demək çox çətindir. Hatta o sizi düşman kimi görə bilər. Ki sen beni rahatsız edirsən, bana deyirsən ki, ben mesela normal bir Təbrizdə bir adam, ben Təbrizliyəm, ben Mərağalıyam, ben Zəncanlıyam, ben bir millətə aidəm, o milletin adı Güney Azərbaycan Türküdür ve böyük Türk dünyasının, böyük Azərbaycanın ve böyük Türk dünyasının ben bir üzvüyəm ve bunun da belli menfaatleri var, coğrafisel ve bölgesel ve o menfaatlerin üzerinde ben davranmalıyım. Bu seni düşman kimi görürüm. Bak bırak ya ben Farsla yiyirəm de, içirəm de, yatırım, hiçbir problem de yoktur. İşgalçı da değil bu. Aha bu haraç işgalçıdır. Ben bu bana çörək satır, yerim çörək alıyam ve ya ben çörək yapıram, bu canım benden çörək alır. Bu işgalçı değil. Fars. Buyurun. Şimdi Oğuz Bey, bu təqribən bu sualından qutaraq mən deyirdim bugün tarixdən danışacağıq. Tarixə getənməz. Olmur. Yox, önemli bəhslər gəlir, ona görə yaxşı da olur.
Yəni mən indi burada cənabınız danışa yazım nəzərimə gəlir ki, Əflatun, Ərəstu o şeydə meydanda daha danışırdılar o saatlarda. İndi məsələn əslində elə biz gərək fəlsəfə oradan çıxır da, yəni adamlar otururlar, vəziyyəti, durumu danışırlar bir-birləri ilə. Bu ona suallar soruşur, o buna suallar soruşur. Bir-birlərin burada analiz edirlər düşüncə sistemi. Oradan fəlsəfə pırtdır çıxır eşiyə. Emergentdir da, fəlsəfə emergentdir. Emergent yəni özünə qalxandır. O yəni o hardan da əmələ gələr? Həttəmən ki bilirsiniz də işte diyalektikdən. Diyalektik daya yəni iki. Lektik yəni danışmaq. Sonra anlatarım. Nə qədər çox danışılsa düşünüşsel məsələlər, düşüncəsel məsələlər, onun içindən düşüncə qalır. Yeni düşüncələr qalxar onun içindən. Əslində o zaman ki insanlar hətta bir-birləri ilə bəhs cədəl edirlər. Əgər o davam tapsa, onun içindən bir şey çıxar eşiyə. O olur. İndi Oğuz bəy, dedik ki Azərbaycanlılar bu nəticəyə düşür ki, Azərbaycanlılar ekonomi olarak, siyasi olarak, hukuki olarak, təlim tərbiyyət olarak, dövlət sistemi olarak bir baskı altındadılar ki, kiçilsinlər və yox olsunlar ya da ki, farsların midəsində həzm olsunlar. Çox gözəlsiniz. Güney Azərbaycan, Türkü deyə görə Azərbaycansızlaşdırma və türksüzləşdirmə ki, biz 30 ildir ağzımıza salmışıq deyirik və dilimizə tüy çıxdı bu iki kəlmə. Azərbaycansızlaşdırma və türksüzləşdirmə İranda gedir. Və bu bayağı da müvəffəq olmuşlar və həmən sonunda yəni adam, bu olmasa olmaz. Ya son məsələdə görürük adam gəlirdi ki, sizin haqqınız yoxdur Azərbaycan rəqsi oynayasınız. Amma yəni, mən sizə bir rəqs göndərdim, onu gördünüz. Məsciddə oynayır. Bilmirəm. Gördüm. O rəqs, o oyun olur. O məsciddə qırı kəmərdir. Onun adı qırı kəmərdir. Çox üzr istəyirəm burada. Gərək o biz əgər istiyaq danışaq, seksi təhrik eləmək üçün oynamaqları burada xilafların rəqsləri. Yekə erkək adamdır. Hətta məsciddə o olur. Hətta məsciddə gedib arvadların gözünün, xanımların gözünün qabağında o olur. Amma Azərbaycan kültürü özü də ona Azərbaycanın oyunlarını rəqs demirlər. Deyirlər ki tekniki hərəkətlər. Öyle bir şey değil. O şey mevzu, hərəkatı mevzu. Hərəkətlər. Buyurun. Onu yox, istəyirəm ki, indi əgər biz baxırıq görürük ki, Azərbaycan hər halda shrink olur, sıxılaşır və bunu da biz heç olmasa aydınlarımız bunu bilməlidir. Bundan çıxış yolu nədir? Yəni indi bizim burada məsələ budur ki, analiz elədik görürük, problem budur. Çıxış yolu yox. Çıxış yolu nədir? Yoxdur. Necə ki yoxdur? Yəni alternatif yollar qoymalıyıq. Yəni biz üretməliyik yol. Ya yol, o Türkçədə bir məsəl var. Ya yol var ya da yol var. Əlbəttə biz öyle də demək olar. Amma bizə görə çıxış yolu yoxdur. Çünki siz bir əjderhanın qarnının içindəsiniz və o sizi yavaş-yavaş həzm eləyir. O asidləri ki tərəşüh eləyib o mədəsində, o sizi həzm eləyir. Və siz həzm olursunuz. Ancaq dışarıdan, eşikdən, yəni bu məsələdən xaric, bu əjderha və bunun qarnı, anzimlər və sən də ki orada bağırırsan, çağırırsan, biraz çağırırsan, biraz çağırırsan, biraz da deyirsən, yaxçıdır, bura istəyirdi. Heç bir şey də olmur. Orada oturmuşuq da, əjderhanın qarnında. Əjderhanın da ismi nədir? İran, Fars işğalçılıq sistemidir. Orada həzm olursa, dışarıdan, bu sistemdən, eşikdən, əgər bir bıçaq, ne bileyim bir qəmə ki, gələ ki, bunun qarnını sökə, bu dökülə eşiyə bu həzm olunan maddə və ya bunun başından vura və ya gözündən vura və ya bunu zəifləndirə, xəstələndirə, bunun boynundan, yəni bir yerindən vura və ya bunu məşğul eləyə, zəifləndirə ki, bunun qarnında həzm olan bu yemək buradan çıxar işiyə. Özünün də varıdır, yəni. Özünün də yeteneği var. İçəriden qarnını sökə çıxar işiyə.
başqa yol görmürəm. Yəni iki yol qoyursunuz. İnsan, Güney Bir Azərbaycan yol, insanının yol önündə koydum. iki yol var. Bir yol koydum. Ya Birinci eşikten bu yol yok. Amerika, Avrupa, Birinci ya Avrupa, bu yol yok. Amerika həmlə edib bunu aradan aparmalıdır. Siz de ikincisini koymuşsunuz onda. Yok. Yani Birinci bunun için benim yol yoktur açıkçası. Çünkü hali hazırda bütün gedişat gösterici yol yoktur. Ama eğer dediniz ki felsefi yaxlaşsaq, biz hipotetikal cevap verməliyik. Biz demək ki, yox, gərək yol göstərəsən. Bunun mütləq bir yolu vardır. Yolu budur ki, biz tarixə baxmalıyıq. Fürsət olmadı. İndi bir saat yarımda danışırıq. Fürsət olsa, sizin hövsələniz olsa, fürsət olsa, biraz doxunarıq. Biz mecburuq tarixə baxmaq. Büyün bir şeyə tarixi danışacaq gələn dəstələsiyə inşallah umaram ki onu danışaq, amma buyurun. Biz bir insan, biz bir mütefekkir insan olarak bizim başımıza bir bela gələndə hər bəla. Biz mütləq geçmişə rücu etməliyik. Çünki insan başqa çarəsi yoxdur. Başqa resursu yoxdur. Başqa sizin maşınla gedirsiniz, arabanız pəncər oldu da, olur da bu şeylər. Yani öyle gazabı qədər təyyar patladı. Siz görərsiniz ki, indiyəcən böyle bir şey olub ya yox. Eğer olubsa, insanlar birbirinin təcrübəsindən istifadə etməlidir. Görəcək ki, eğer başqa adamın da təyyarı pəncərə, o neyniyibdir? Hansı dərdləri çəkir? İnsanlar dərdlər çəkib, yollar ürətibdir. Buna adı tarixdir. Bu rücu etmək tarixdir. Görək ki, nə olur? Mesela bir məmləkətə bir şey olur, bir bəla gəlir, bir problem olur. O məmləkətin gərək arxivi ola, tarixi ola, tarix bilənləri ola, akademiyası ola. Gedib o devlet ona deyər ki, filan kəs bizim başımıza bu oyun gəldi. Biz geçən, eğer samballı devlətsə, 1000 illik tarixi varsa, 300 illik tarixi varsa. Görək neynədik? Biz böyle bir şey olmuş mu? Presidansı var mı bizim geçmişimizde? Eğer olmuşsa, gəlin görək ona benzer bir şeyler yoxdur. O zaman neynədik biz bu bəla gələndə? İşgal gələndə, xəstəlik gələndə, sel gələndə neynədik? Ya əslən üsyan var məmləkətimizdə. Məsələn, bir məmləkətin yarısı durur, əslən devlət istəyir yıxsın yerə. O deyir ki, biz neynədik mesela 10 il öncə, 100 il öncə, 1000 il öncə? Ya başqası neynədi? Bax, təcrübələrdən istifadə edirik. Biz mecburuq tecrübəyə şey eləyək. Rücu eləyək. Yəni tarixə. Güney Azərbaycanın vəziyyətində də biz başqa çarəmiz yoxdur. Mecburuq şeyə rücu eləyək. Tariximizə, bizim tariximizə. Eğer bizim tariximizdə yoxsa, biz bir gənc millət isək, yeni düzəlmişik. Ne bileyim 100 il düzəlmişik. Heç məsələ deyil, 100 il düzəlmiş millətlər var. İnanın, 100 il düzəlmiş millətlər var. Yəni oluşmuş, millətləşmiş. Onların tarixi öyle derin değil. Onlar da öbürü milletlerin tarixine bakarlar. Ya bu insan yaşayır da bu yeryüzünde 10.000 ildir medeniyet yaradır veya çoktur. Gedirik baxırıq görək Yunanlılar neynədilər bu cür olanda. Gedirik görək ki, mesela Fransalılar neynədilər, Amerikalılar neynədilər, ne bileyim Kuba neynədi işgal olanda. Yani bu halda düşəndə. Mesela 1900'lere bakarıq. 1900'den bu yana 124 ildir. 124 il mənə görə yaxşı, taze bilgidir tarixdə. Da 2300 il deyil ki, deyək ki, məsələn, ne bileyim, İskəndər, Makedoniyalı İskəndər, məsələn, indiki Afganistanın quzeyində neynədi və ya nə öyrəndi, nə təcrübələrə sahib oldu. Yox, 100 il, yox budur, hazırdır. Hətta gedib baxa bilərik, yazıları da var, yəni bir türlü təsbit eləyə bilərik ki, 100 ildə nə oldu. Geçmiş 124 ildə təqribən 120 məmləkət düzəlmiş, yaranmış. Yox idi, olmuş. Yani iline bir demet düşürün səfərim. Yani bölsən, amar tutsan, təqribən ildə bir məmləkət düzəlmiş. 120 il, 120 məmləkət var əlimizdə. Çünki 1900'lerde təqribən 55-60 tane məmləkət var idi. İndi 200 tane var. Yəni, cəmən də, territoriyalarda hesablasın bəzi yerləri.
Onlar İrfaq çox Bayev. olur. Onlarla çox olur. Elə sazman evlərdə olanlar 199-200. 198'den desən 195'ler önemli değil. Önemli bizim sözü yetirməyimizdir. Önemli budur Evet. ki, geçen 1900'den indiyəcən təqribən 120 dənə məmləkət düzəlmiş. 130 dənə düzəlmiş. İlinə bir dənə düşür. Çox gözəl. Biz gedib baxmalıyıq da biz nə çoruq, nə lalıq, nə ağıldan yoxsunuq. Biz nə olmuş? Gələcəyə ki gedə bilmirik. Gələcəyə gedə bilmirik. Geçmişə gedə bilirik. İnsan bir dənə beyni var ki, geçmişə səfər eləyə bilir. Çox gözəl. Geçmişə necə səfər elərik? Gedib görərik ki, mesela filan məmləkət işğal altındaydı. O necə azad oldu? Öbürü məmləkət. 120 dənə misal var təqribən. Az deyil. Şaxı. Yani 100 bin dənə məmləkət olsaydı 100 dənə deyərdik ağızdır. Yani o nümunə bərdarı olarak amar elminə görə. Ama elmi olarak 200 məmləkət var. Bunun 100'ü təzə müstəqil olmuş. Bəs yarısından çoxdur bu. 4'te 3'üdür təqribən. Bizim presidansımız var. Biz gedək görək ki, Əraq necə şeydən müstəqil olmuş Osmanlı'da. Ne bileyim Əlcəzair necə Fransadan müstəqil olmuş. Ne bileyim Pakistan necə İngilistan'dan. Bunların şeyi var da. Mesela Azərbaycan necə Rus işğalından qurtulmuş, Sovyetdən müstəqil. Bunların presidansı var mənim əzizim. Biz bunlara baxmalıyıq və bunların hamısından dərs almalıyıq. Ölmək ki, nə etməliyik? Yəni bizimki də bunların birinə bənzəyir də. Birinə də az bənzəyir, birinə də çox bənzəyir. Biz o bənzərlikləri bulmalıyıq. Elm zaten budur. Elm budur. Biz bunları tapaq, o bənzər yerlərini götürək, bu bilgilərini bir-birinə yapışdıraq, çarə budur. Və biz çarəni də dedik ki, mütləq bu əslən bir case yoxdur, mən sizə ərz edirəm. Bir case bu 120 məmləkətdən. Bir case yoxdur ki, özündən dışdan bir yardım, bir simpati, bir düşünce yardımı, silah yardımı, iktisadi yardım olmadan bu iş olmayıb. Yoxdur. Presidansı yoxdur. Mesela bu iş olmayıb indiyəcək. Belki olsun. Çarşça olsun. Ama düşman, işgalçı düşman gəlir sənin beynivə bunu injekta eləyir ki, bunu fişarla soxur sənin beynivə ki, elə böyle, əgər istəyirsən, əvvəl gərək müstəqil olasın. Əvvəl gərək heç yerdən yardım almayasın. Yani eğer hatta bir hareketsen, bir milli hareketsen, en küçük rabiten, en küçük yardım alman, en küçük düşünce yardımı alman, ekonomik yardım alman, o şeydir, haramdır sana. Çünkü işgal edip seni. Ama özünün hamıyla rabitesi var. Her yerde de sifareti var. Her yerden de yardım alar ve vererdi. Çünkü o işgalcıdır. Ona helaldir. Irkçılığın en güzel nümunesi budur. Deyim, mən elərəm. Mənə göre onun rəvabiti benimləri. Sənə göre olmaz. Sənə olar casusluq, sənə olar sərstəpordacıya biqanı qal, sənə olur avamili biqanı. Çünki sən istəyirsən məndən ki, mən istəyirəm səni yiyəm və həzm eləyəm, qurtulasın. Burada bu iki şeyi ayırdım birbirinden. Ona her şey, o güçlüdür, işgalçıdır, ona her şey helaldir. O her şeyini rabitə qoya bilər, dostluq eləyə bilər, düşmanlıq eləyə bilər. Siyasi ve ekonomik ve nizami yardım alabilir de verebilir de. Sen bir milli hareket olarak ki kurtulursan, istəyirsən müstəqil olasan, sana bunlar hamısı haramdır. Aslında istedim bir başka memleketin radyosuyla müsahibə eləyəsən, televizyonuyla. Hadi baxmışsın, baxmışsın çağırsınlardı. Mesela ne bileyim BBC-dən, ben misal gətirirəm da, mesela Amerika radyosuyla gəldim mesela 4 dəfə müsahibə. Bax görürsün, bu Amerika bunlardan tərəfdarlıq eləyir. Bəs elə də bunlar qeyri-məşrudular, qeyri-qanunudur. Əsla öyle değil. Mütləq 120 dənə case bizə göstərir ki, dışdan yardım, sempati, ekonomik ve nizami yardım olmadan ama dünyada en büyük düzenlenen imparatorluk bilirsiniz hansıdır da. Amerika imparatorluğudur. En güçlü, dünyanın bütün sularına, yer küresine hakim, hala uzaya da hakimdir. Bundan büyük imparatorluk düzenleyip. Bu imparatorluk benim bu təzə düzəlibdir. Bu imparatorluğu düzəltməkdə və İngiltərə işğalından qurtulmaqda, ki adını qoyurlar kolonializm, siz her şeyi dəvət edirəm, oxusun ki, nə qədər Fransa nizami olaraq, ekonomik olaraq və başqa məmləkətlər yardım edirlər. Hələ qala ki, Əlcəzair ola, hələ qala ki, Kosovo ola, hələ qala ki, Bosniya ola, hələ qala ki, Azərbaycan ola ki, Sovyetdən ayrılmış, hələ qala ki, Pakistan ola və ya hər məmləkət ki, işğal altında olmuş,
və qurtulmuş, yəni müvəffəq nümunələrdir. Müvəffəq nümunələrə baxmalıyıq. Qeyri-müvəffəq nümunələrə də baxmalıyıq ki, dərs almalıyıq. Kataloniya hələ burayacan qeyri-müvəffəqdir. Kişmir hələ burayacan qeyri-müvəffəqdir. Çox-çox məmləkətlər qeyri-müvəffəq, çox-çox bölgələr. O anlama gəlməz ki, müvəffəq olmayacaqlar. Çünki müvəffəq кейslər daha çoxdurlar. Hər halükarda biz dərs almalıyıq. Rücu etməliyik tarixə, öz tariximizə. Azərbaycan birinci dəfə mi işğal altındadır? Yox ya. Azərbaycan ərəblər işğal etmiş, farslar işğal etmiş, nə bilim, Yunanlılar işğal etmiş. Və buradan qurtulmuşuq. Necə qurtulmuşuq və ya qurtulmamışıq? Biz necə yıxılmışıq, ayağa dura bilməmişik və ya durmuşuq, dərs almalıyıq da bunlardan. Yəni əslində biz yol bu da yol. Buyurun. Əslində yəni bizim bu vəziyyətdən çıxmaq yolumuz budur ki, eləyə bilək dünya ilə ilgi quraq. Hər gəlməz. Dünyanın hangi məmləkəti olur olsun, hangi ideolojisi olur olsun, onların himayəsini qazanaq və onların himayəsinin altında eləyə bilək bir iş görək. Himayə yox. Məsələ himayə deyil. Məsələ ki, milli mənfəətlərin bir-birindən tutuşmasıdır. Məsələ. Təbii ki, yəni hangi millət gələr, məsələn, deyək Güney Azərbaycan, mən səndən himayət edeyim, sən mənafəyim orada heç belə bir şey olmaz. Yəni, İran niyə Əfqanistanda, ya Pakistanda, ya Lübnanda, ya Misirdə, ya Suriyədə niyə bir belə pul qoyur, para qoyur? Orada mənfəəti var, milli mənfəət maraqlarını orada axtarır. Təbii ki, biz də Güney Azərbaycan olaraq öz milli mənfəətlərimizi axlamaq üçün o birislərin milli mənfəətlərinə yol verməliyik. Yəni, əgər Amerikanın, Avropa məmləkətlərinin, Asiya məmləkətlərinin, Türk məmləkətlərinin mənafiyini biz qəbul eləmirik, ona deyək istikbar, buna deyək, nə bilim, filan bəhman, ortada kim bizə şey elər ki, yəni biz hamı ilə düşmənlik edirik, o da kimin ideolojisine? Biz onda Farsın dilinə, biz elə onda Farsın diliyle danışırıq öz ziddimizə. Düşmanın diliyle danışırız. Düşmanın diliyle danışmamalıyıq. Biz milli mənafeyimizi öz milli gözümüzdən görməliyik. Adam deyir ki, mən siyasi deyirəm. Yəni, necə ki, siyasi deyirəm? Məsələn, mən adam deyiləm deməkdir, yoxsa nədir? Sən siyasi olmalısan. Siyasi deyiləm, yalan deyirəm. İslam onu deyirəm ki, yəni, baxın, biz orada düşmənə təslim, o yalan demir, o təslim deyir, mən təslim olmuşum. Mən Cumhur İslam'dan o yalan deyir, yalan deyir. Siyasidir, o da sən düşmanıdır. O siyasətdədir, o siyasətdədir. O bizə qarşı. İndi bəs burada çıxar yorum beləsə gəl. Baxın, burada bir ciddi fəlsəfi məsələ ortaya gəlir. O da budur ki, mən o dostlarla ki, düşüncə bağı proqramından da danışırdım. O cümlədə Salih bəy İldırım cənabları sualların hamısına cavab verdi və habelə Eldar bəy Qaradağlı cənabları sualların hamısına cavab verdi. O birisi partilər bu suallara cavab vermədilər. Yəni, o canlı yayında olduqlarından sonra cavab verməyiblər burada. Yəni, mən adlarını da çəkə bilirəm. 5 dana parti, 7 partidən 5-i hala cavab verməyib. Yəni, üstünə 4-5 ay geçir o müsahibələrdən. Amma cavab verməyiblər. Orada da mən bu danışıqlarda dedim ki, bizim milli enstitütümüz olmalıdır. Cənabınız bilirsiniz, biz istirik bir bərabər, neçə dostunla bərabər bir işlər görək. Orada da mənim vəzifəm buydu ki, bir universitetə kimi bir sistem yaradaq, orada təlim sistemi. Mən orada təklifim buydu ki, insanlarımızı gərək kanalizə edək. Düşünür, sahiblərini deyək, 10 nəfər geçsin Kubanı oxusun, 10 nəfər geçsin Gürcüstan olsun, 10 nəfər Ermənistan oxusun, 10 nəfər, nə bilim, Lehistan oxusun, 10 nəfər Fransa, 10 Əlcəzairi, Sri Lankanı, filanı, Bəhmanı oxusun. Bu təcrübələr tez olaraq, düşüncə olaraq gəlsin bizim əlimizə ki, 120 dana, 150 dana məmləkət keçən 100 ildə müstəqilli olublar. Bunların istiqlallarından biz elm qazanaq, elm qazanaq. Elm budur. Elm ibarətdir bu. Mütaliələri eləyəcəksən, toplayacaqsan, öz ana dilində ədəbiyyat yaradacaqsan, qoyacaqsan ora, insanlar bunu oxuyacaqlar, bu genişlənəcək toplumda. Toplum deyəcək ki, mənim çarəm nədir? Yəni, mənim çıxış çarəm. Çıxış çarənin biri, ən böyüyün cənabınız budur. Ən böyüyü budur ki, biz İranın siyasi baskısından, təbliğati baskısından, rəvani baskısından qurtarmalıyıq. Buna görə ki, İranda yaşaya bilək lazım deyil ki, biz gələk yaşa, mən siyasi deyiləm.
Bunun anlamı da budur ki, mən İrancıyam, İranın qalmasını himayət edirəm, Azərbaycan yox. Biz əvvəl çıxış yolumuzu özümüz axtarmaq. Oğuz bəy, bunun tərsində ki, cənabınız buyurdunuz, heç yolumuz yoxdur. Mən inanıram ki, birinci budur ki, biz mütaliə edək. Görək ki, bizə taid toplumlar nə cür bu Fəransənin meydəsindən nə cür çıxıblar? Nə cür Portugalın meydəsindən çıxıblar işləyə? Nə cür İspaniyanın meydəsindən çıxıblar işləyə? Bakın, bir çox məmləkətlər, siz də bilirsiniz, mən də bilirəm ki, nə cür oldu mənim elektrikim. Yox, hər şey yaptım. Bir dəqiqə elektrikim zahirə çıxıbdı. Bu şey olmasın. Zaten elmi yaxlaşım, yəni həm müvəffəq olmayan tecrübələri analizə etməkdir. Elmi yaxlaşım budur. Elmi yaxlaşım böyle hərdən biri, mən bunu istədim, ay mən bunu istədim, mən bunu sevmədim, ya filan məmləkətin istəyi, istəməmə deyil. Elmi yaxlaşım budur ki, Güney Azərbaycan problemına, Güney Azərbaycan sorununa çox gözəl bunu ərz edeyim. Yəni, xidmətimizə Güney Azərbaycan sorununa cavab və çözüm və çarə elmi yaxlaşımdır hər şeyə. Elmi yaxlaşım budur ki, bizə bənzər təcrübələrin hangisi müvəffəq olmuş və ya olmamış və niyə? Bunları biz biləndən sonra çox rahat olmamış niyə? Onu da bilməliyik. Onların bilgilər bir-birindən tutuşulmalıdır. Görək ki, mesela Kuba müstəqil olmuş. Mesela Əlcəzair nə cür olmuş? Mesela Kataloniya hələ olmamış. Aya olacaq mı? Prosədə mi? O prosədə deyil. Mesela Amerika olmamış. Olmamış. Yox. Bir bölgesi olmuş, bir bölgesi olmamış. Hadi. Mesela New Mexico Amerika'nın bir eyaletidir, devletidir orada devlet. Ve işgal altındadır. Resmen Amerika onu işgal etmiş. Amerika'nın işgalcılığının numunelerinden biri tarihinde var. Bellidir. Ne zaman işgal etmiş, hangi orduyla, her şey. Ve bu bir gün ayrılacak mı? Ayrılan bunları mütalaa etmek lazımdır. Yani istiglalçılık bu eğilimi olarak budur. İstiglalçılık bizim seviyemizde ehsasi ve romantik bir mesele değil. İstiglalçılık budur ki, doğrudan, gerçekten ciddi olarak görmeliyiz ki, bize benzer tecrübeler var mı? Var. Takriben 120 tane var. Oğuz Bey, acaba bize ideoloji de lazım mı? Yani, şimdi bize buyurdunuz ki, şimdi bunu da danışaq. Acaba Güney Azərbaycana bu vəziyyətdən çıxmaq üçün dedik ki, məmləkətləri oxusun, təcrübələri görsün, mənfi ya müsbət təcrübələri, istiqlala gedən təcrübələri də, istiqlal üstündə dağılıb gedən millətləri də oxusun, danışsın, bunlar çıxasın. Amma ideoloji də lazım mıdır? Lider də, rəhbər də lazım mıdır? Ondan sonra bu millətin xarici düşmən, deyək ki, məsələn, bir neçə düşmən ola bilər. Deyək ki, məsələn, bu günləri bizə Farsdan və İrandan böyük düşmən yoxdur. Amma məsələn, biz ərəblər, türklər, Avropa məmləkətləri filanlar, niyə gərək bunlardan yardım almayaq? Hər cürə yardım, hər cürə. Dərs oxumaq yardımından tutdu, getdi, silah yardımından getdi, hər şeyə biz almalıyıq və niyə məsələn Farsların, mən ciddi bunu soruşuram, Farsların, mən bildiyim, listində çıxartmışam, fikrim cənabınıza da vermişəm, yox, yadıma gəlmir, o şeydə qoymuşdum. 120 dana radyo televizyonları var Farsların ki, bunların 30'a yaxını Avropa, Amerika dövlətlərinin büdcəsi ilə, yəni orada bir 3000 nəfər adam işləyir ki, o şeydə əvvələn brainwash edirlər toplumu. Yəni o içəridəki İranda Fars dillər, qulaq asanları brainwash edirlər. Beyinlərin yoğur, həm də ki, bu şey edir, düşüncə mərkəzləridirlər bu radyolar. Bir düşüncəni yayır. İrancılığı daimən orada kürəlir ki, orada devam gətirsin, qalsın, falan olsun, bəhman olsun. Məsələn, bizim insanlarımız istəyirsən deyəsən, Amerika istişbar cəhani, Rusiya falan, Çin falan. Amma özləri, o Farslar o hər yerdən köməklik alırlar, hər yerdə işlər yuxarı gəlirlərindən. Mən radyo fərdədə getmişdim istiqamı, 8000 ilə istihdam edirdi. Dolar, Amerika doları ilə ev kirayəvi verirdi, gəlib getməği verirdi. Sən nə istəyəcəksən? Yəni, əslində müftiyə yatırdın, pul alırdın oradan. Amma orada işləyir də. İndi istəyirəm bunu deyəm ki, acaba, yəni, bu bəlkə istərsiz gələn həftə bəhs edək.
Acaba Azərbaycanın bu vəziyyətdən çıxmağına bizə liderlik sistemi 2, bizə ideoloji, mevcut ideoloji ya bir yeni ideoloji yaratmaq lazımdır. Yəni mevcut ideolojilərdən birini götürək ya da bir yeni ideoloji yaradaq. Yəni ya da ideoloji əslində ola bilərmi? Bunlar da var. Bir də ki, bizim özümüzün Güney Azərbaycanlı olaraq məsuliyyətimiz nədir? Yəni acaba insanın fəlsəfi yenə də getirib, həm onlar, bilirsiniz, bunlar hamısı fəlsəfi bəhsini elədik, elmi siyasətin fəlsəfəsini, yəni orada o bəhsləri elədik. İndi Güney Azərbaycanlı bir düşüncə sahibi olan insan, normal insandan danışmırıq ki, yemağının dalısıcandır, xanımısının, uşaqlarının yemağını təmin eləsin, onun dalısıcandır ki, onların da vəzifəsi var əlbəttə. Yəni biz deyə bilmərik, insan onlar üçün normal insandılar, onların vəzifəsi yoxdur. Belə bir şeyi bizim haqqımız yoxdur. Vəzifəsi yoxdur, yəni öyle bir kimsəyə vəzifə qurmaq doğru deyil. Amma niyə vəzifəsi var? Yoxdur. Heç kəsin elə heç bir vəzifəsi yoxdur. İndi bunu fəlsəfə qururuq da. Mənim nəzərimdən hamının vəzifəsi olmalı. Yəni məsələn, sizi cənabsız kim məcbur edib bura? Biri vəzifə verməyib ki cənabıza. Gəlin vaxtınızı qoyun, pulunuzu qoyun, enerjinizi qoyun. Mən indi bildiyim cənabız 30 ildir yazırsınız, danışırsınız, gedirsiniz, gəlirsiniz. Ki məsələn 30 ildən də çox. Sizə bu vəzifəni kim veribdi? 36 ildir. Amma siz bir dənə əfəndim? Deyirəm 36 il fəqət elə yazmaq filan. Tamam. Ondan öncəki şeylər başqa. Yəni bu vəzifəni sizə kim veribdi? Mənə mən sizdən ki, normal insan o birisi insanlar ki, zindandadılar. Məsələn, keçən həftə bir də insanlarımız məhkum oldular zindana. Bunlara vəzifəni kim veribdi ki, deyirlər, məsələn, 10 il, 15 il, 6 il, 5 il, 3 il, hər nə qədər 3-4 dənə bəhsi birinə qarışdırmalıyıq. Onlar gələn həftəyə deyirəm ki, qoyaq. Amma bəhs eləməliyik ki, Güney Azərbaycanlı düşünür insanın bu vəziyyətdən çıxmaq üçün. Baxın, mən vəziyyətdən danışıram. Demirəm ki, burada istiqlal alaq, ya ayrı bir şey. Amma bu durumdan çıxmaq üçün və beynimiz inkişaf eləmək üçün. Yəni, beynimiz əvəzin kiçikləşə, dil sahəsində, bizim beynimiz dil sahəsində ən azından inkişaf eləməlidir. Çünki bizim beynimiz dil sahəsində inkişaf elədiyi qədər biz milliləşəcəyik. Biz vətənçi olacağıq, millətçi olacağıq, azad olacağıq. Yəni, içəridə heç olmasa, öz içində mən azad bir insan olduğum, o İmam Hüseyndən bir şey var, söz var, deyir ki, imanınız yoxdursa azad olun. İndi biz də bu azad yaşamaq heç olmasa içimizdə daşımalıyıq. Bunları mən fikriməcə icazə buyursanız, istəyirsiniz əgər danışasınız bir xülasə buyurun. İstəməzsiniz, bu 3-4 dənə məsələni gələn həftəyə ya gələn proqrama danışaq. Oldu. Hətta bir 2 dəqiqə danışaq, qapataq 2 saata gəldik. Buyurun. Mən müvəffəq təcrübələrə mütləq baxmalıyıq. Müvəffəq olmayan təcrübələrə də həsmən 2 dəfə baxmalıyıq. 3 dəfə baxmalıyıq. Yəni, əgər bir yerdə yıxılıbdır bir millət və ayağa dura bilməyibdir, mübarizə eləyib, savaşıb, müstəqil ola bilməyibdir. Mütləq onu 2 dəfə, 3 dəfə oxumalıyıq ki, görək niyə və dərs almalıyıq. Çünki yıxılmaqdan ən böyük dərsi biz almalıyıq. Yoxsa fəqət müvəffəqiyyətlərdən yox. Məsələn, Çeçenistanın öyle bağımsızlığa yüksəlişini, şahlanmasını və öyle əzilməsini mütləq oxumalıyıq. Yanında Bosniya da oxumalıyıq. Kosovo da oxumalıyıq. Ondan sonra Sloveniyanı, Qaradağı, Montenegro. Yəni, bunları oxumalıyıq, bilməliyik. O tərəfdən gözümüzün önündə Kırım işğal altına girdi. Yəni, özümüzün də lazım deyil, gedək məsələ 100 il bundan öncə. Və Ukraynanın %20'si işğal altındadır. İndi. Yəni, bu nə zaman bu işğaldan qurtulacaqdır? Gözümüzün önündə Azərbaycan Cumhuriyyəti elan olundu və %20'si işğal altına geçti. Və bu necə qurtuldu bu şeydən? Bunu bayaqçı sözümün davamında istədim bitirəm o sözümü ki, mütləq müvəffəq olmayan
nümunələrə daha çox diqqət etməliyik ki, daha çox dərs alaq. Sizin sorunuza bir dəqiqəlik cavab, əgər istəsəm verəm. Buyurun. O da budur ki, Azərbaycan çox şanslıdır. Güney Azərbaycan. Yəni, Güney Azərbaycan o qədər də ki, mən fəlsəfi olaraq pesimist bir fəlsəfəyə sahibəm, fəlsəfi düşüncəyə sahibəm. Yəni, qaramsar. Çünki öylədir, mənim də düşüncələrim öylədir. Amma hər halda Azərbaycan o qədər də bu qədər deyirik ki, vəzi çox kötüdür, Azərbaycan çox pis vəzi. Hamısı gerçəkdir. Amma biraz da o müsbət yerlərini deməyə məcburam. Yəni, bu qədər qaramsarlıq deyil. Azərbaycanın ən böyük şansı budur ki, özünün devləti var indi. Onun böyük Azərbaycan torpaqlarında. Çünki Azərbaycan fəqət Güney Azərbaycan deyil ki. Azərbaycan bir mecmuədir, bir coğrafiyayı məntəqədir. Onun bir parçasında, bir balaca, küçük parçasında devlət var. İndi havadis, geçən neçə yüzülün havadisi gətirib, bu yerə getirib ki, orada devlətimiz var, Bakıda. Və bu Güney Azərbaycanın şanslılığıdır. Həm də bir devlət ki, ən böyük şanslardan geçən, yəni 20-30 ildə o işgal olunmuş torpaqlar yenidən geri alınmış. İkinci Qarabağ savaşı bizə çox şeyləri öyrətdi və göstərdi. Geçən 200 ildə İnsaf Əli bəy, heç bir Azərbaycanın əldən verdiyi torpağı geri alınmamışdı. Amma gözümüzün önündə oldu. Yəni Güney Azərbaycanın bu şanslılığı da var. Başqa şanslılığı, çox şanslıdır Azərbaycan bu baxışlarında, Türkiyənin yanındadır. Dünyada ən güclü məmləkətlərdən birisi olaraq, ekonomik olaraq, başda 20 məmləkət saysanız ekonomik olaraq, Türkiyə onlardan biridir. Ordu olaraq başda 10 saysanız, Türkiyə onlardan biridir təqribən. Və geopolitik olaraq çox önəmli bir yerə sahibdir Türk devləti. Təbii Büyük Osmanlı'nın töküntüsündən qalmış bir Mustafa Kemal'ın minnettarı olan Türk Cumhuriyeti. Və Azərbaycan Cumhuriyetinin də bütövləşməsinin və səvərənliyinin bərpa olunması və Qarabağın yəni işğaldan qurtulması yenə də Cənab İlham Əliyevin və Azərbaycan ordusunun və millətinin yəni nemətindəndir. Həqiqətən yəni bu iki dənə nemət burada Mustafa Kemal'ın orada bir Osmanlı'nın töküntüsündən bu cumhuriyeti yaratması və bu işğalın, o ordusuzluğun, o fəlakətin ki 1990'larda var idi, Erməni işğalının, əslən Rusçuluğun, Rusofilliyin içində gətirəsən, ordu yox, heç bir şey yox. Gətirəsən indi orada bir çox gəlişmiş inkişafa tərəf gedən məmləkət, o da Azərbaycan. Bu şanslılıqlar. Başqa şanslı olmamız bizim geçmişimiz də o qədər fəlakətli deyil. Orada bölgədə biz də hökumətlər, Güney Azərbaycan olaraq və Azərbaycan və imperatorluqlar hətta yaratmışıq. İdarə sistemimiz var, tariximiz var. Bir öncə nə dedim? Biz tarixə getmək, biz neynəmək? Yəni öyle deyik ki, biz mecburuq, həttmən gedək Əlcəzairin və Fransanın rabitələrindən öyrənək. Onu da deyə bilərik. Ancaq bizim öz tariximiz də var. Həm şanlı tariximiz, həm kədərli tariximiz. Yəni bunlar da Azərbaycanın şeyləridir, şanslarıdır. Azərbaycan yaşıllıqdır, Azərbaycan dağlıqdır, Azərbaycanda hər türlü qaynaqlar var. Bunlar hamısı Azərbaycanın varlıqlarıdır. Yoxluqlarında ki, da indiyəcən o qədər demişik. Amma bunları da, yəni biz bunları əldə alaraq və xarici rabitələri biraz öncə də təkid elədik. Hər kəsinlə rabitə və hər kəsin mənfəətlərinin bizimlə uyuşduğu yerləri bulmalıyıq və Azərbaycan yəni o qədər də şey deyil ki, heç kimsə, heç bir şey olmayan və ölümə məhkumdur gedir. Azərbaycanın da şansı var, şansları var bölgədə və ərzələrin tarixi var, toprağı da yəni Vəröz çölü deyil yəni. Nə bilim, bir kəvirin ortası deyil. Çox da yaşıllıq yerdir və qonşuları da yəni Azərbaycan Cumhuriyyəti və Türkiyə
Çox da öyle, yani düşman qonşular. Çünki bəzi yerlərə baxsan ki, bütün qonşuları düşmandır. Azərbaycan şansı oradadır ki, bir tərəfi qardaş Türkiyədir, bir tərəfi də öz dövləti Azərbaycandır. Bunlar da Azərbaycanın nədir? Müsbət şeyləridir. Bunlar da resurslardır, nədir? Qaynaqlardır, istifadə etməliyik. Əlbəttə, buna hətta Kürdlərə də biz baxa bilirik. Kürd də düşmənimizin düşməni də eyni halda. Bizlə də müşkülü var, bu deyil ki, deyil. Amma düşmənimizlə də var. O birisi millətlərdə eyni bizə ta. Yəni bizdə bu şey çoxdur, doğrudur. Hər halda mən fikirlərim ki, yavaş-yavaş proqramı qurtaraq. İstədim mən bugün tarixdən danışaq, amma elə dil məsələsində qaldıq. Mən indiki bu cələsə danışdıq. Bunları yazdım ki, gələn cələsə bunları bəhs eləməsin, bilmirəm, bəhs eləməzdən getmək olmaz. Bizim Azərbaycan bu, yəni sözümüz burada qurtarır da bu günləri ki, Azərbaycan bu vərtə, farsça deyilir, bu batlağa düşübdür. Bu batlaqdan çıxmaq üçün yol var, əlbəttə ki, çoxlu yollar var. Bunda onların bir hissəsi iç üzərə, yəni özümüzün əlimizdədir, özümüzü yaratmalıyıq. Bir hissəsində Azərbaycandan xaricdə, yaxın ya uzaq ölkələrdən və millətlərdən, dövlətlərdən himayət qazanaraq, imkan qazanaraq bu yola çıxmalıyıq. Amma təkid etmək lazımdır. Mütləq. Gerçək biz başımızı duvara vurmaq lazımdır ki, incisin, görək ki, bu duvar gerçəkdən duvardır. Bizim də başımız gerçəkdən başdır ya yox. O da budur ki, o gerçəkliyin duvarına başımızı necə vuracaq? Bunu bilməliyik ki, geçən 100 neçə ildə bu məmləkətlər heç biri xarici və dış yardımı, sempatisi, ne bilim, nizami, kültürel, ekonomi olmadan olmayıbdır. Yoxdur böyle bir... Oğuz bəy, tarixdə belə bir şey olmayıbdır. Tarixdə belə bir şey yoxdur. Bir dənə millət öz-özünə duracaq. Həmişə bu xarici imkanlarla mənafiləri gərək bir-birinə düşər. O mənafeyi əlbəttə yaradar. Yəni, məsələn, çoxlu məmləkət var ki, Güney Azərbaycandan mənafeyi bir-birinə düşür İranın qarşısında. Amma biz yaratmamışıq o və yarada bilməmişik. Normalda o tərəfdən olur. Normalda o tərəfdən olur. Normalda o tərəfdən olur. Onlar da şey bilər. Amma New York'ta təşrifiniz olub da. Bəli. New York'ta ve Amerika'da en büyük sevilen, en büyük övülen heykel New York'tadır bilirsiniz. Azadlık heykeli. O heykel bilirsiniz da o hardan geldi oraya. O heykeli Meksika'da mı geldi? O heykeli Fransa oraya hediye edip bunlar İngilizleri deşiye dökenden sonra o heykeli Fransa'dan getirip koydular buraya. O heykel neyin numunesidir? Neyin simgesidir? Fransa'nın Amerika'yı kurmakta ağır səhvi olduğunu. Mən indi burada bir çox məsələni yazdım ki, gələn həftə danışaq. Gələn həftəyə ya gələnki proqrama umaram ki, eləyə bilək bəhsimizi bu... Umarım ki, biz bu məsələləri danışmarıq. Daha çox soyut məsələləri danışarıq. Somut məsələləri... Oğuz bəy, ittifaqən... Siyasi məsələlərə çəkirsiniz. Mən istəyirəm düşüncəsel məsələləri. Oğuz bəy, mənim nəzərimcən bunlar fəlsəfi bəhsidir. Onda gündəm məsələlərini danışarıq da, böyle olsa. Yox, gündəm danışmırıq. Görürsünüz ki, buna görə ki, əvəz gələk gündəmdə danışaq ki, gündəmdə bu günləri filan adam rəis cumhur oldu. Biz onu danışmırıq. Biz bunu danışırıq ki, Güney Azərbaycan millətinin, yəni fəlsəfi olaraq bir dənə durumu var. Bu durumu əvvəl müşahidə edirik. Ondan sonra deyirik ki, bu durumun vəziyyətini analiz edirik. Ondan sonra deyirik, burada nədir çıxmaq lazımdır. Yəni fəlsəfə gəlib bunları danışmasa nə danışacaqdır? Düz. Onun üçün biz bunları danışırıq. Biraz qanun. Təşəkkür edirəm. Və hətta mümkündürsə biz klassik fəlsəfədən keçməliyik. Əgər klassik fəlsəfə fəqət vücuddan danışır, varlıqdan, varlıq vardır, yoxluq yoxdur. Mən deyirəm, ağa, əgər mən Azərbaycandan danışıram, Azərbaycan var. Əgər mən danışıram, varam. Elə mənə bu yetər. Vücud yəni bu qədər mənə sadə. Amma bizim bu günləri Güney Azərbaycana lazım olan fəlsəfədən danışmağımız lazımdır. Tamam. Yoxsa biz xalis fəlsəfədən danışa bilmirik. Onda danışa bilirik. Siz biraz da milli fəlsəfədən danışaq deyirsiniz. Yəni.
Yəni əslən biz milli fəlsəfə danışmalıyıq. Çünki tamam filsuflar, Oğuz bəy, mən azdan çoxdan o qapıdan baxmışam, o fəlsəfə qapısından. Tamam filsuflar öz məqtələrində yaşadığı zamanda olan o məmləkətin, ya o toplumun, ya o dövlətin önəmli məsələlərini danışıblar. Əflatuna baxırsınız, Ərəstüyə baxırsınız, ya elə bu hangisine baxırsınız indiki Amerikanın filsuflarına, elə görün ki, hamısı o məmləkətdə gedən məsələləri ya nə çəkiblər ya da onu da milli qurtuluş fəlsəfəsi. Tamam, təşəkkür edirəm. Çox sağ olun. Mən təşəkkür edirəm. Bir gün sizə qonaq olduq. Sağ olun. Sağ olun. Qonaq tutmanız da, ev sahibliyiniz də yaxşıdır. Sağ olun. Gələn dəfə görüşərik. Sağ olun. Gününüz xeyirli qalsın. Hər vaxtınız xeyirli qalsın dostlar. Gələn proqramda görmək ümidi ilə. Hələlik.